araşdırsınlar ki, bu rayonda STEM var yoxsa yox. Bəli, bəli. Mən də bir fikir bildirmək istəyərdim buna. Mən özüm STEM-lə bağlı qrant layihə yazmışam və keçib. Halbuki bizim də rayonda mərkəz yoxdur və bizim də rayonda cəmi 3 məktəbdə STEM var. Və buna baxmayaraq, əslində elə layihə də onun üçündür ki, qrant layihə. Nazirliyin belə də təşkil edə bilmədiyi işi biz orada təşkil etməyə çalışaq. Nazirlik bizə deyir ki, bir növ belə deyək də, sizin məktəbdə nəyə ehtiyac var? Siz deyirsiniz ki, bizim məktəbdə STEM-ə çox uyğun şagirdlər var. Şərait sadəcə olsa, onlardan çox uğurlu şagirdlər olacaq, müsabiqələrdə iştirak edə bilərlər, SAFTA, Texnofestdə və s. uğur qazanacaqlar beynəlxalq layihələrdə. Biz bunu bildiririk ki, bizə nələr lazımdır? Deyirik ki, bu aparatlar olsa, biz STEM təlimi burada keçsə, bizim uşaqlar çox uğurlu olacaq. Onlar da bu şəraiti yaratmağa çalışırlar ki, bizim zaten STEM mərkəzi olan yerdə, STEM məktəbdə STEM varsa, artıq orada STEM layihəsi yazsanız belə keçməyəcək. Çünki artıq STEM var orada. Artıq onunla bağlı maliyyə ayrılıb Təhsil Nazirliyinə. Bir də sizə görə sizə ayrılsın, o artıq məntiqsiz. Demək ki, olmayan yer üçün də elə onsuz da. Sadəcə siz qiymətlənmə meyarlarına baxın ki, nəyə qiymət aşağı verilir? O əsasdan təyin edə bilərsiniz ki, hə, burada mən nəyi dəyişməliyim, nəyi dəyişik eləsəm daha uyğun olar. Elçin müəllim əl qaldırmışdı. Elçin müəllim, nəsə fikriniz varsa bildirə bilərsiniz. Müəllim də Vahid müəllim bildirib. Qrant layihənin hazırlanmasında əsas məsələ istiqamətin düzgün seçilməsi və ayrılan büdcənin doğru bölünməsidir. Əlbəttə, orada ballar var. Axşamınız İnşallah xeyir, çalışacağam Faiq onu müəllim. göstərəm. Buyurun Elçin müəllim. Axşamınız xeyir. Təşəkkür edirəm sizə təklifə görə. Elçin müəllim bu arada Faydalı olmalıdır inşallah. təlimimiz. Nəsə deyirsən, üzr istəyirəm, fikrimi tamamlayayım. Faydalı olmalıdır. Sadəcə olaraq kaş biraz daha bir 10 gün əvvəl də təlimi təşkil edə bilsəydi, yaxşı olardı. Artıq bir həftə qalıb, mən düşünürəm, bir həftə qalıb, amma yenə də gec deyil. Bir həftəyə də nələrsə eləmək olar. Rafət bəyə də təşəkkür edirəm dəstəyə görə, müəllimlərimizə göstərdiyiniz hər ikiniz dəstəyə görə. Bilirsiniz ki, qrant təlimləri biraz maliyyəli təlimlərdir, amma siz ödənişsiz təşkil edirsiniz, təşəbbüs göstərsiniz. Buna görə də minnətdaram. Gülnara xanımın sualına mən də münasibət bildirmək istəyirəm. Əslində, Faiq müəllim də mən biləm buna toxundu. Təlimlər, daha doğrusu mövzular elə seçilməlidir ki, əksinə orada olmasın. Həmən rayonda o istiqamətdə nələrsə olmasın. Mən elə gəlir o daha seçilən olur. Mən Cəlilabadda STEM heç olmayanda, daha az olanda, STEM dərsləri keçirilməyəndə belə mənim qrant layihələrim keçib. Orada əksinə əsaslandırırsan ki, STEM yoxdur və biz istəyirik ki, şagirdlər qrant gəlsin və şagirdlər bu istiqamətdə yararlansın. Siz də, məsələn, bu il süni intellektlə bağlı orada istiqamət var da, birinci istiqamət. Yəqin ki, onları toxunacaqsınız. O, yəqin ki, o populyar olacaq. İkinci istiqamətdə STEM yazmaq olar və düşünürəm ki, faydalı nələrsə yazmaq olar. Əsas vurğulamaq istədiyim o idi ki, yəni rayonda əgər STEM mərkəzi və yaxud belə deyək də, STEM dərs deyiləcək məktəblər yoxdursa, əksinə orada keçməsi daha uyğun olacaq. Məqsədə uyğun olacaq, mən elə düşünürəm. Belə. Elçin müəllim bu arada Nərdivançı layihəsi rəhbərliyi və bizə yaratdığı şəraitə görə təşəkkürümüzü bildiririk. Və eynən, mən onu deyəcəkdim ki, elə çalışam onu demək istədim, bayaqdır mən alındıra bildim ki, o bölgədə o varsa, onun təkrar keçirilməsi olması maliyyə yeyinti sayılır, hesab olunur. Bölgədə olmamalıdır ki, biz onu keçirməyə çalışaq və bu uğurlu hesab olunsun. Yəni, biz nazirliyin, orada qeyd olunur ki,
Bir halda ki, nazirlik bu şəraiti qura bilmir, nəsə çətinlik var, bu halda sizdən dəstək istəyir və maliyyə ayırır ki, və yaxud da ki, yerli problem ola bilər ki, o problem ölkə üzrə yoxdur, yerli problemdir. Məsələn, bizim müəllimlərimdən biri şimal bölgəsində idi. Onların kəndində hər xalqdan, hər dildə danışan şagirdlər var idi. Demək olar ki, yəni çoxlu dildə danışırdılar və Azərbaycan dilində biraz çətinlik çəkirdilər. Azərbaycan nəticələri zəif olurdu. O müəllim də belə yazmışdı ki, bizim bölgədə fərqli-fərqli dildə danışan insanlar var, xalqlar, tayfalar var, az saylı xalqlar. Onlar da Azərbaycan da imtahanda bu nəticənin zəif olmasına gətirib çıxarır və biz də nə edə bilərik? Onlara Azərbaycan təlimləri ayrıca keçirilməlidir. Və bu layihədə tutmuşdu, alınmışdı, qəbul olunmuşdu. Müəllim də keçdi və uğurlu da olmuşdu. Yəni sırf sizin bölgəyə aid spesifik bir problem də ola bilər ki, siz onu işıqlandırırsınız və onun çıxış yolunu bildirirsiniz, maliyyə ayrılır. Amma çalışırıq ki, istiqamətdən kənara çıxmayaq. Bu illər 3 istiqamət verilib, ən az istiqamət bu il verilib. İndi ona toxunarıq inşallah. Rafət müəllim, siz başlayırsınızsa başlayın, davam eləyərik. Fikir bildirək. 1 saatdan çox olması biraz Hı hı. alınmayacaq olun. hər halda, ona görə. Digərlərdə Mən də bir daha haqqına Elçin bəyə girməyim. təşəkkür edirəm. Mən istəyərdim ki, yəni ilk öncə Faiq müəllim, biz ümumi bu mövzularla bağlı qısa məlumatı verək ki, daha sonra siz o layihənin ümumi sxeması ilə bağlı problem falan onlarla məlumat Bəli, verirsiniz? bəli. Bəli, Keçid buyurun. edeyim növbəti slaydlara, yoxsa siz fikrinizi belə Problem yox. Mən istəyərdim ki, mən bu mövzularla bağlı fikir deyib, sonra siz o slaydlarla bağlı keçin. Mən daha çox büdcə hissəsində istəyərdim ki, elə onlarla bağlı danışaq. Bu bizim bu həmin layihə qrant müsabiqə üzrə verilən 3 mövzu ki var. Əslində çox layihə yazma imkanı verən mövzulardır. Çünki bizim bu seçilən mövzular Elçin müəllimin də dediyi kimi həm süni intellekt də ona görədir ki, 2026-2029-cu il Azərbaycanda prezident tərəfindən təsdiqlənmiş sərəncam əsasında tənzimlənir və süni intellektlə bağlı bir strategiya hazırlanmalıdır və bu proses gedir və bu böyük bir proqramdır əslində. Və bunun içində çoxlu belə digər alt mövzular var. Məsələn, süni intellekt yönümlü dərsliklər, süni intellekt yönümlü startaplar, süni intellekt yönümlü digər innovativ həllər və s. və bunların hər biri əslində fərqli layihə ideyasıdır və bunların da formalaşması üçün mən düşünürəm ki, bayağı problemlər var. Həm şagirdlərlə işin qurulmasında, həm məktəb valideyn sisteminin qurulmasında, müəllim məktəb sistemi ilə bağlı, yəni çox belə imkanlar var. Və bundan əlavə digər mövzular zaten bu həyati bacarıqlar olsun, STEM yönümlü bacarıqlar olsun, bunlar biraz yəni bişmiş layihələr də var bu yöndə, amma bununla bağlı da mümkün problemlər tapmaq olar. Və bir də şəhərsalma və memarlıq ili ilə bağlı ki, prioritet mövzulardan biri də onu götürüblər və bu da düşünürəm ki, bizim şagirdlərin üzərində olacaq əsas məsələlərdən biridir ki, artıq şagirdlər müasir ağıllı şəhərləri necə görürlər və onunla bağlı hər hansı bir layihələr işləmək olar. Mən düşünürəm bu istiqamət üzrə araşdırsaq xeyli mövzular da, problemlər də çıxartmaq olar. Sadəcə mövzu ilə layihənin əlaqələndirilməsi və nazirliyin marağını çəkmək çox önəmlidir. Yəni ümumiyyətlə qrant prinsipləri onun üçündür ki, biraz biz həmişə mən bir də biraz da biznes adamıyam deyə mən tövsiyə eləyəndə çox da hər şeyi arxayın olub qrantın üzərinə qoymaq yaxşı deyil. Çünki qrant bir növ bizdə arxayınlıq yaradır həmişə ki, mən nəsə eləmək istəyirəmsə, mənə dövlət pul verməlidir. Amma onu da deyək ki, yəni bu Təhsil Nazirliyindən əlavə çoxlu belə qrant müsabiqələr də var. Yəni ki, indi bəlkə də daha öncə iştirak etdiyiniz təlimlərdə mövzularla bağlı verilib. Məsələn, Faiq müəllim özü də elə
çox görürük digər proqramlarda da. Yəni bu Təhsil Nazirliyi bir variantdır. Ola bilər ki, burada hər hansı layihə uğurlu olmadısa, başqa bir müsabiqələrdən də faydalanmaq olar. Başqa fondlar var, təşkilatlar var ki, onlar da bir vasitədir. Amma bizim danışdığımız sırf Təhsil Nazirliyinin marağında olan mövzular üzərindən indi Faiq müəllim sizə bu layihələrin strukturlaşması, layihələrin ümumi yazılması ilə bağlı məlumatları bölüşəcək. Və burada da bilirsiniz ki, bir qiymətləndirmə meyarları var. Müəyyən hər mövzuya bir bal şkalası üzrə bölünür və məsələn ən çox bal verilən hissələrdən biri də maliyyə hissəsidir. Çünki adətən müəllimlər düşünürlər ki, eybi yox, mənə pul ayrılmasın, az pul versinlər, əsas odur ki, mənim adım qaliblər sırasında olsun. Bu bəzən özü belə layihənin keçməməsinə səbəb olur. Hansı ki, tutaq ki, bu əslində 5000 manatlıq işdir, sən 2000 manat büdcə istəyirsən və ekspertlər baxır ki, bu real deyil də, yəni 2000 manatla bu işi görmək olmaz. Və yaxud da 5000 manatlıq bir işdir, sən 10.000 istəyirsən və bu da bir qəbul olunmayan tərəfdir ki, sən demək əlavə artıq nəsə büdcə planlamısan. Bunlarla bağlı biz danışacağıq və mən istərdim Faiq müəllim elə siz layihə ilə bağlı danışaq, çünki bizim 1 saatımız var. Layihə ilə bağlı olan hissələri siz izah edərsiniz, digər hissəni mən izah edəcəm. Müəllim, siz Gənclər və İdman Naziri hazırda 5000 manatlıq layihələr verir də qrantlara, evet. Gənclər Fondu verir. Amma təkcə Gənclər Fondu deyil, çoxlu belə özəl və dövlət proqramları da var. Eynən. Okay, mən biraz sürətli bu hissələrini keçməyə çalışacağam. Demək, təlim proqramı burada müəyyən qədər məlumat verildi. Layihə nədir? Layihədə 3 dənə faktor nəzərə alınır. Yer, yəni hansı hərdə keçiriləcəyi, zaman, hansı müddətdə olacaq və büdcə. Bu 3 faktor önəmlidir və buna əsasən həyata keçirilir. Yəni layihə, ümumi layihə anlayışına gedirik burada. Layihələr kimlər həyata keçirir? Qeyri-hökumət təşkilatlarının özünün layihələri olur. Müəllimlər üçün çox gözəl şərait yaradılıb. Elmə Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə layihələr hər il keçirilir. Hazırda 10 ildə artıq davam edir bu 10-cudur. 9 il geridə qalıb. Hər il bir dəfə olur və əvvəl 1 milyon manat ayrılırdı. Hazırda 2 milyon manat buna ayrılır. 1.9 milyon deyək pul ayrılır ki, bunlar müəllimlər hansı ki, yerli problemləri həll eləsinlər və ya ki, onlara lazım olan işi görə bilsinlər bunlar. Amma digər müəllim də dedi, Rəfət bəy də bildirdi ki, Gənclər Fondu məsələn 5000 manat ayıra bilir. O da 29 yaşa qədər olan hər bir şəxs o da iştirak edə bilir gənclər. Və digərləri də, digər qurumlar da var ki, onlar da ayıra bilir. Dövlət, hətta ola bilər dövlət, ola bilər ki, beynəlxalq təşkilatlar da var ki, onlar da maliyyə ayıra bilirlər. Daha sonra burada hər hansı bir hədəf olmalıdır. Bizim gördüyümüz layihə, Hazır Təhsil Nazirliyi bu struktur ümumi layihə ilə bağlı olduğu üçün burada qeyd olunub, ticari QHT və dövlət qurumu. Bizim əsas işimiz sosial yönümlüdür. Yəni, kar yönümlü bir iş görə bilmərik. Qeyri-hökumət təşkilatları onu görə bilərlər və yaxud ki, ayrı şirkətlər görə bilərlər. Bizim Təhsil Nazirliyinin mali ayırdığı layihələr müəllimlər ancaq sosial yönümlü və ya infrastrukturun inkişafı ilə bağlı müəyyən qədər ola bilər ki, o da təsir eləmiş olsun. Əsasən sosial yönümlüdür və yaxud da ki, təhsilin inkişafının nəticələri artırılması. Əhatə dairəsi kiçik qruplarla bizim işimiz olur əsasən. Böyük hədəflərlə, böyük qruplarla qeyri-hökumət təşkilatları əsasən məşğul olmağa çalışır. Biz hətta mən rayon üzrə bir layihə yazmışdım. Rayonu əhatə eləmişdim sistemlə bağlı. O birinci il keçmədi və mən ikinci il araşdıranda gördüm ki, burada rayonu tam əhatə eləmişəm, ona görə də onun balı kəsilir. Çalışırıq ki, bir məktəb və ya ətrafda olan 3 məktəbi əhatə edirik. Bəzən ola bilir, bəli, rayon səviyyəsində rayon əhatə edən bir layihə keçsin. O da müsabiqə, yarış olanda, yəni siz bir rayonu əhatə edən təlim keçməyi planlayırsınızsa, bunun şansı daha azdır. Fəaliyyət yönümlü və hədəf yönümlü layihələr var. Hədəf yönümlü layihələr daha uğurlu olur. Çünki məqsəd var, hədəf var və onun qiymətləndirmə meyarı var. Onu qiymətləndirə bilirik və bu sosial layihələr olsun. Bizim də Təhsil Nazirliyinin layihələri bu yönündə olur. Layihə nədir ümumiyyətlə deyəndə? Orijinal və müvəqqəti bir təşəbbüsdür. Burada müvəqqəti yazılır, amma istənilən layihənin davamlılığı var.
Siz orada mütləq qeyd etməlisiniz ki, davamlılıq nə olacaq? Yəni davamlılıqda sizə nazirlik daha pul ayırmayacaq. Sizə 5000 manat pul ayrılıb tutaq ki, layihəni icra eləmisiniz. Daha sonra ondan sonra sizə pul nəzərdə tutulmur. Amma sizin layihədə elə bir yer olmalıdır ki, qeyd etməlisiniz ki, mən layihənin davamlılığında nə olacaq? Sizin tutaq ki, mən Steam layihəsi yazmışam. Buradan avadanlıqlarımız qalıb, almışıq, icra eləmişik. Təlimçi gedir öz işi ilə məşğul olur, amma bizim avadanlıqlar ki, yerində qalıb. Uşaqlar da təlimdən keçiblər, bilirlər bu avadanlıqları istifadə eləməyi. Arduino olsun, mikrobit olsun, 3D printer olsun, drone olsun və s. Uşaqlar bundan istifadə edərək daha sonraki illərdə də bundan uğurlu işlər görə bilirlər. Bunun bariz nümunəsi Lənkəranın Boladi kəndində, o bu yaxınlarda məşhur olmuşdur həmən uşaqlar. Əsgərlər üçün bir ayaqqabı düzəltmişdilər ki, minaya ayaq qoyulanda öncədən məlumat verir. Bu layihəni necə icra eləmişdi? Şagirdlər o məktəbdə Steam layihəsi olmuşdu illər əvvəl, 5 il əvvəl. Həmin o 5 il əvvəl o layihə çərçivəsində məktəbə verilmiş avadanlıqlar, alınmış avadanlıqlar ki, qalıb. Onun üzərində hər il həmən şagirdlər müəyyən işlər görürlər və bu ildə həmən avadanlıqlardan istifadə edib belə bir iş görmüşlər və o layihənin davamlılığı hissəsinə aid edilir. Onu əslində sizdən heç kim tələb eləmir ki, siz hər il bir şey ortaya çıxarmalısınız bu layihə çərçivəsində, amma çıxarsa nə gözəl, bu uğurlu layihə hesab olunur. Hətta elə layihə ola bilər ki, bu layihə çox uğurlu hesab olunsun və Təhsil Nazirliyi bunu ölkə səviyyəsində, ölkə çapına gedib çıxartsın və bütün ölkədə bu tətbiq olunmağa başlasın. Buna məktəblinin dostu, peşə təmayüllü siniflər və bu kimi layihələri misal göstərə bilərsiniz. İcma əsaslı məktəbə qədər təhsil, bu kimi layihələr ölkə səviyyəsində artıq icra olunur. Burada mütləq layihədən olmalıdır. Monitor və qiymətləndirmə sistemi olmalıdır. Siz qiymətləndirə bilməlisiniz ki, nə oldu, necə oldu, yəni hansı vəziyyətdə idi. Ən azından bunu necə qiymətləndirirsiniz? Bir çox müəllimlərin burada bir çətinlik yaşayırlar ki, necə qiymətləndirim mən? Tutaq ki, mən nə bilim Steam təlim keçirəm və yaxud da ki, bir 4-cü sinif uşaqlarının valideynlərinə valideynlər üçün valideyn məktəbi açmışıq, valideynlərə təlim keçiririk. Bunu necə ölçə bilərik biz? Bunu nə edirik? Ən azından layihənin əvvəlində, ilk həftəsində bir sorğu keçiririk. Ya təlimlərə uyğun, məsələn, Steam-dirsə əgər, Steam-ə aid suallar qoyuruq, çox primitiv, sadə suallar. Uşaqlar görür ki, heç bir cavab verə bilmir, yəni onun nəticəsi saxlayırıq və sonda da görürük ki, təlimlərdən sonra eyni və ya oxşar suallardan ibarət yenidən bir test keçirilir və nəticəsi müqayisə olunur. Bu da qiymətləndirmə və monitor kimi hesablana bilir. Layihə nə deyildir? Çox maraqlı bir sualdır. Uzun müddətli və öncədən olmuş bir iş deyil. Sabit bir təşkilat deyil. İyerarxik bir qurum deyil. İyerarxiya yəni rəhbərliyi olan, müdir müavini və s. orada belə bir sistem varsa o layihə hesab olunmur. Çox və müstəqil məqsədləri olan bir iş deyil, konkret məqsəd olmalıdır. Təkrarlanan bir iş deyil, yenilənən ola bilər, təkrarlanan olmalıdır. Müəssisələrin gündəlik fəaliyyəti deyildir. Layihə məhdudiyyətləri, layihənin mütləq məhdudiyyətləri var. Bayaq orada qeyd eləmişdik, zaman məhdudiyyəti var, qısa müddətli. Təhsil Nazirliyinin layihələri 12 aya qədər ola bilir, amma orada 12 ayda qeyd edə bilmirik. 9 ay ən maksimum qeyd edilir. Çünki onun hesabatlılığı ilə gələn ilin layihə yazılmasına bir növ mane olmalıdır da. Və biz yayda başlaya bilmirik, sentyabrda başlayırıq və 10 aylıq bir təhsil var. Ona görə də 9 aylıq layihə maksimum layihə hesab edirik. 3 aylıq ən ideal layihələr 3-6 ay arası olan layihələrdir. Yəni ən çox istifadə olunan layihələr zaman o aralıq götürülür. Keyfiyyət önəmlidir burada. Bir də maliyyə məsələsi. Büdcəni layihə deyəndə minimum büdcə ilə görülə biləcək iş nəzərdə tutulur. Burada orta xətti götürə bilməliyik biz. Keyfiyyət, zaman, maliyyə məsələsində ən orta xətt, orta hesabla zaman uyğun olmalıdır. Keyfiyyət, ən ideal keyfiyyət bu zamanda, bu maliyyə ilə necə alınarsa onu götürə bilməliyik. Əgər maliyyə uyğun seçilməyibsə, yüksək büdcəlidir. Zamanla keyfiyyəti gözəl seçmişsiniz. Hər şey qaydasında, amma maliyyə yüksək büdcəli layihə hesab olunur. O maliyyələşmir çox halda. Zamanla maliyyəyə fikir vermişsiniz, amma keyfiyyəti çox da fikir verməmisiniz. O halda aşağı keyfiyyətli və ya keyfiyyətsiz layihə hesab olunur. Bu nəyə təsir edir? Sizin əgər layihəniz keyfiyyətsiz olubsa, həmən layihə keçsə belə uğur qazanmışsınız, icra eləmişsiniz və amma keyfiyyətsiz layihə hesab olunub. Axırda ekspertlər qiymətləndirirlər. Sizin layihə keyfiyyətsiz layihə kimi qiymətləndirilsə, növbəti illərdə siz layihə yazmaq istəsəniz, artıq onun keçmə şansı azalır. Gecikmiş və ya uzun müddətli layihələr də var. Bunlar, məsələn, keçən illəri, bundan əvvəlki il tutaq ki, hüquqla bağlı layihələr keçə bilərdi.
konstitusiya iliydi. Konstitusiya ilə bağlı layihə. Bu illər siz konstitusiya ilə bağlı bir şey yazsanız var, gecikmiş sayılır. Və ya uzun müddətli yazsanız, 12 aydan çox və ya 12 aylıq layihə yazırsınız. Halbuki kiçik bir şey çatdıracaqsınız uşaqlara. Bu uğurlu hesab olunmur. Layihə disiplini idarəolunması hər bir layihə layihə fikrindən başlayır və analizlə davam eləyir. Bir layihənin həyat yolu müxtəlif mərhələlərdən keçib tamamlanır. Layihə ideyasının ortaya çıxması ilə başlayan və layihənin tamamlanması ilə arasında keçən proses layihə disiplini deyilir və ya bölgüsü, layihə döngüsü deyilir. Layihə prosesi 6 əsas mərhələdən keçir. Bu mərhələlər hansılardır? Layihə ideyasının müəyyən edilməsi, layihə ideyasının analizi, layihə əvvəl ideya fikirləşirik, ideya ortaya çıxarırıq və bunu analiz edirik. Daha sonra layihəni planlaşdırırıq. Daha sonra layihəni maliyyələşdiririk, maliyyə qiymətləndirməsini qeyd edirik, nə qədər maliyyə lazımdır bizə və maliyyəni alırıq. Daha sonra layihəni icra edirik və monitorinq qiymətləndirmə olur. Yenidən başlayırıq əvvəlki sistemə. Daha sonra 10-cu qrant müsabiqəsi. Burada fərdi və ümumtəhsil layihələri var. Biz fərdi ilə davam edirik. Çünki bizim ölkədə ümumiyyətlə təxminən bir 60-a yaxın hüquqi şəxs olan məktəblər var. Yəni onlar hansı ki qrant yaza bilirlər məktəblər. Onlar məktəb adına müraciət edə bilirlər. Biz edə bilmirik. Bizim məktəblər o hissəyə müraciət edə bilmir. Onsuz da ona görə də mən o hissəni qeyd eləməmişəm. Çünki bizə önəmli deyil. Bizə lazım olan müəllimlərin layihə yaza bilməsidir. Düzdür, onun üstünlüyü çoxdur. Orada 100.000 manat ayrılır məktəb üçün. Amma burada isə 10.000 manat ayrılır. Onun mənfi tərəfi nədir? Onun hesabatlılığı çətin olur və onun yazılmasında belə bir hal var. Məktəb üzrə yazılmış layihələrdə ilkin olaraq sizə 30% ödəniş olunur. Yəni məktəb tutaq ki, o 50 minlik layihə yazıb. Bu 50 minlik layihənin 15 mini öncədən sizə ödənilir ki, siz layihəni icra edin. İcra edib bitəndən sonra hesabat veriləndə digər 35% sizə ödənilməyə başlanır. Amma müəllimlər üçün fərdi layihələr isə 70% öncədən ödənilir. Siz layihəni icra edib bitirəndən sonra 30% ödənməyə başlanır. Hesabat doğru verilibsə. Hal-hazırda 10-cu qrant müsabiqəsinin istiqamətləri hansılardır? Birinci istiqamət rəqəmsal məktəb platforması süni intellekt alətləri vasitəsilə öyrənmənin təşkilidir. Burada gördüyünüz süni intellekt var. Keçən illərdə biz süni intellektə yer ayrılmışdı, amma keçən illəri süni intellektdən yazan layihələrin əksəriyyəti keçməmişdi. O biraz qabaqlanmış olurduq biz ona görə. Çünki biraz tərəddüd də var idi. Təhsilə bu qəbul olunacaqmı, təsdiqlənəcəkmi, təhsilə bu tətbiq oluna bilərmi, olunacaqmı? Amma hazırda artıq görünür ki, bundan labüd, ondan kənara çıxmaq olmaz. Mütləq təhsilə də gəlib öz təhsilini qoyacaq və biz ona uyğunlaşmalıyıq, ona uyğun hərəkət etməliyik və onu təhsilə uyğunlaşdırmalıyıq. O nöqteyə nəzərdən hal-hazırda süni intellektin təhsildə tətbiqi ilə bağlı çoxlu işlər gedir. Hətta prezident belə bununla bağlı tapşırıq verir bütün nazirliklərə ki, o hər bir nazirlikdə süni intellektlə bağlı bir qurummu, şöbəmi və yaxud da ki, bir hansı bir platform olmalıdır. Məsələn, mən deyə bilərəm ki, çox da böyük olmayan məktəblərin belə saytlarında, məsələn, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi var. Onlar artıq öz saytlarında süni intellekt bot hazırlayırlar. Hansı ki, uşaqlar istəyir ki, bu peşə məktəbinə müraciət etsin. Orada o bota müraciət edirlər. Sayta girən kimi bot sizi qarşılayır. Orada suallar versiniz ki, tutaq ki, Lənkəran Peşə Məktəbində hansı peşələr var? O sizə cavab verir. Necə müraciət edə bilərəm? Hansı sənədlər lazımdır? Hansı sizə cavab verə bilir? Yəni artıq adi məktəblər belə buna müraciət edirlər, bunu qrupla sistemi. Çox maraqlı bir şeydir. Adi fərdi olaraq müəllimlər də, insanlar da artıq özü üçün bot hazırlaya bilirlər. Bir çox özəl şirkətlər vardır, amma dövlət məktəblərində hər hansı bir məktəbdə bu cür imkanın rast gəlməmişdim. Biz bununla bağlı biraz geniş izah verim burada. Elm və Təhsil Nazirliyi tərəfindən istifadəyə verilmiş rəqəmsal mühitdə öyrənmə, rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq birləşdirən inteqrasiya olunmuş platformadır. Rəqəmsal məktəb platforması hal-hazırda Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi Microsoft'un Copilot süni intellektinin müəllimlər üçün əlçatan edilməsi üçün müqavilə bağlayıb və rəqəmsal məktəblər olan
hansı məktəblər ki, rəqəmsal platformaya daxil olub, rəqəmsal məktəb platformasına, onlar artıq həmin süni intellektdən ödənişsiz olaraq istifadə edirlər. Və onun üstünlükləri nələrdir? Ora artıq bütün Azərbaycan dərslikləri yüklənilib və sizə verdiyiniz sual, tutaq ki, 6-cı sinif coğrafiya dərsindən manqır meşələri ilə bağlı mənə slayd hazırla. Artıq o Wikipediyadan, Google'dan axtarıb manqır meşəsi haqqında sizə məlumat verməyəcək. Sizin dərslikdə olan manqır meşəsi haqqında olan mövzu hansı mövzudursa, həmin mövzu əsasında sizə suallar hazırlayacaq və ya slayd quracaq. Və bu üstünlükdür. Çünki siz ChatGPT-yə o sual versəniz, o sizə dərslikdən fərqli məlumat verəcəkdir. Burada artıq o platforma haqqında danışır. Platforma müəllimi və şagirdlər üçün müxtəlif rəqəmsal alətlər təqdim edir. Xüsusilə süni intellekt əsaslı imkanlar vasitəsilə tədris prosesinin planlaşdırılması, məzmunun hazırlanması və öyrənmə prosesinin daha səmərəli təşkili üçün imkanlar yaradır. İndi baxın, burada deyir ki, müəllimlərin dərsin məzmunun hazırlanması və öyrənmə prosesinin daha da səmərəli təşkili. Əgər siz indi bir layihə yazdırsınız ki, mən bir platforma hazırlayacağım süni intellektdən, müəllimlər üçün icmal hazırlayacaq bu. Bu hardasa uğurlu hesab olunmayacaq. Nəyə görə? Çünki artıq burada qeyd edilib ki, rəqəmsal məktəb platforması olan bütün məktəblərdə burada süni intellekt bölməsi var və o süni intellekt bölməsi artıq müəllimlərin məzmunun hazırlanması, slaydın hazırlanması, icmalın qurulması ilə bağlı müəllimlərə dəstək olur. İndi müəllim nazirlik tutaq ki, bir mərhələdə keçəndən sonra qeyd eləsə ki, bütün müəllimlər bundan istifadə edə bilərlər, rəqəmsal məktəb platformuna daxil olmayan məktəblər də istifadə edə bilərlər. Artıq bizim üçün bu əlçatandır. Ehtiyac qalmayacaq ki, biz onun üçün nazirliyə müraciət eləyək, maliyyə ayıraq, bizim məktəb üçün ayrıca belə bir sistem qurulsun, ehtiyac qalmayacaq. Ona görə də bu artıq maliyyənin bir növ səmərəli istifadə, qeyri-səmərəli istifadəsi deməkdir. Siz buna daha fərqli yanaşmalısınız və ya bir əlavə yenilik deməlisiniz. Bu istiqamət üzrə təqdim ediləcək layihə platforma mövcud olan məzmunu və ya alətlərdən istifadə etmək, tədrisin təşkili, öyrənmə prosesinin daha səmərəli qurulması və təhsil alanlar üçün istənilən zaman və məkan fərdi öyrənmə imkanlarının genişlənilməsinə yönəlməlidir. Siz elə bir layihə, onunla bağlı başqa bir nümunə göstərərik. Bununla bağlı siz elə bu mətni süni intellektə atırsınız. Tutaq ki, deyirsiniz ki, mənə bu mövzuda bir layihə ver, ideyası ver. O sizə ideyalar verəcək. Həmən ideya üzərində siz də düşünürsünüz, araşdırma aparırsınız. Orada çünki mən çalışıram o bölməyə gəlib çatanda deyəm. Problemin qoyuluşu bölməsində ən çox lazım olan məsələ linklərin olmasıdır. Siz araşdırma aparıb linklər qoymalısınız ki, bəs bu araşdırmaya görə süni intellektdən bu cür istifadə vacibdir. Məsələn. İkinci istiqamət ümumi təhsil pilləsində Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən proqramlara qoşulmaya dəstək. Bayaq müəllimlərin biri dedi, mən bunu demək istəyirdim, orada təlim prosesinə deyəcəm. Baxın, proqramlara qoşulmaya dəstək. STEAM Azərbaycan, rəqəmsal bacarıqlar, peşə təmayüllü siniflər, məktəblinin dostu, müasir metodist və digər bu kimi nümunə göstərib, bu kimi proqramlara dəstək. Yəni, Təhsil Nazirliyi hər rayonda 3-5 məktəbdə STEAM layihəsi açıb, STEAM sinifi var. Siz deyirsiniz ki, buna dəstək məqsədi ilə bir növ. Siz də deyirsiniz ki, bizim məktəbdə STEAM olsun. Əsaslandırırsınız, problem qoyursunuz, onu əsaslandırırsınız və deyirsiniz ki, bizim məktəbdə də olsun. O halda siz ikinci istiqamət üzrə uğurlu layihə yazmış ola bilərsiniz. Öz məktəbinizdə STEAM Azərbaycan layihəsini davam elətdirirsiniz. Bu istiqamət üzrə sizə nə verə bilər? Axırda hər bir bölmənin axırında qeyd edilir ki, nazirlik bununla bağlı sizə nə verə bilər? Burada qeyd edilib ki, layihə çərçivəsində müvafiq tədris və texniki ləvazimatların təmin olunması və ya icarəyə götürülməsi. Siz deyə bilərsiniz ki, 3D printerin, CNC-nin, dronun, Arduino'nun, mikrobitin alınmasını qeyd edə bilərsiniz və yaxud da ki, STEAM mərkəzindən icarəyə götürülməsi və ya digər bir mərkəzdə varsa sizin bölgədə və ya Bakıda, oradan icarəyə alasınız. 3 ay, 2 ay, 5 aylıq. Onun pulunu dövlət verə bilər, yəni layihə nəzərə ala bilər. Müvafiq sahə üzrə mütəxəssis xidmətinin cəlb olması, STEAM müəllimini cəlb edirsiniz, təlim keçirsiniz məktəbdə. Metodiki və təşkilati tədbirlərin həyata keçirilməsi, yəni onunla bağlı bir dərsliyin və ya hər hansı bir proqramın qurulması və ya onun keçirilməsi. Həmçinin layihənin icrası ilə bağlı digər zəruri xərcləri nəzərə alır. Müəyyənləşdirə bilər.
Üçüncü istiqamətimiz nədir? Şəhərsalma hər il ümumiyyətlə qrant layihədə həmin il Azərbaycanda nə il idisə, onunla bağlı mütləq bir istiqamət də nəzərə alınır. Bu ildə şəhərsalma ili olduğu üçün şəhərsalma və davamlı yaşayış mühiti üzrə maarifləndirmə. Diqqət edin, burada deyir maarifləndirmə. Siz elə işlər görə bilərsiniz ki, şagirdlər bununla bağlı burada da özdə izahat verir ki, bunu oxuyan deyəcək ki, mən nə deyim, uşaqlara nə şəhərsalma öyrədim ki, uşaqlar memar olacaqmılarmı, yoxsa necə eləyəcəm o? Bu da ona gözəl bir izah verməyə çalışır. Deyir ki, 2026 şəhərsalma memarlıq ili elan edildi. Bu çərçivədə dayanıqlı şəhər və şəhərsalma mühitinin formalaşdırılması, sonra daha rahat deyir ki, ictimai məkanların səmərəli istifadəsi və şəhərsalma ilə əlaqədar qlobal çağırışlara qarşı maarifləndirmə, xüsusi aktuallıq kəsb edir. Yəni siz şəhərsalma ilə bağlı bir qlobal, məsələn, bu illəri RUF 13 var. VUF 13 Bakıda keçirilir. Bu şəhərsalma ilə bağlı tədbirdir. Onun təbliği ilə bağlı siz bir layihə yaza bilərsiniz. İndi düzdür, o may ayında keçiriləcək. Sizin layihəsə sentyabrdan sonra keçiriləcək. O uyğun gəlməyəcək ki, siz uşaqlara onu. Amma onun gələcək illərdə də o keçirilir, hər il keçirilir. Onun gələcək illərdə olan layihələrinə, tədbirinə siz şagirdləri məlumatlandırmış ola bilərsiniz. Və yaxud da ki, ictimai məkanların səmərəli istifadəsini onunla bağlı bir şeylər məlumat verə bilərsiniz. Qeyd edilən kontekstdə təhsil alanların erkən yaşlardan etibarən şəhərsalma və urbanizasiya mədəniyyəti. Urbanizasiya da şəhərsalmadır, amma əsasən əhali ilə bağlıdır, əhalinin yerləşməsi ilə bağlıdır. Sonra şəhər mühitinin planlaşdırılması. Məsələn, bundan sonrakini oxuyum, davam edeyim. Yaşayış məkanlarının funksionallığı, təhlükəsiz və inklüziv şəhər mühitinin formalaşması, şəhər məkanlarının səmərəli istifadəsi və ictimai məkanların qorunması. İctimai məkan qorunması da var gördüyünüz kimi. Yəni hətta şəhərin qorunması ilə bağlı bir layihə yazsanız, yenə də uğurlu hesab oluna bilər. Burada bayaq demək istədim, siz tarix müəllimi qeyd edir ki, şəhərlərlə bağlı bir müsabiqə edəcəyik, məsələn. Texnologiya müəllimi qeyd edir ki, biz inklüziv şəhər və ya STEM müəllimlər deyə bilir. İnklüziv şəhərlə bağlı bir müsabiqə eləyəcəyik. Bu nə deməkdir? İnklüziv şəhər o deməkdir ki, şəhərdə hər kəsin nəzərə alınması. Məsələn, əlillər üçün keçidlərin olmaması problemdir şəhərdə və ya avtobuslarda və s. Siz belə bir şəhər modeli düzəldirsiniz və uşaqlara bu təlim keçirsiniz. Uşaqlar artıq o işdə özləri öz ideyalarını düşünürlər, fikirləşirlər və gələcəkdə belə bir model düzəldir, hərəsi bir model düzəldə bilər və ya bir modeli birlikdə düzəldə bilərlər. Bunun üçün bir təlimçi gələcək, təlim keçəcək. Ondan sonra da sonda nəticə olaraq nə edəcəksiniz? Bir şəhər modeli düzəldəcəksiniz. Bu şəhər modelini SAFda, Texnofestdə və digər bu kimi müsabiqələrdə də təqdim edə bilirsiniz. Buraya qədər sual olan varmı? Bizim müəllimin sözü vardı ki, əgər bir yerdə sual yoxdursa, ya hər şey aydındır, ya da heç bir şey aydın deyil. Bu istiqamət üzrə inanıram ki, hər şey aydındır. Bu istiqamət üzrə təqdim ediləcək layihələr təhsil alanlar arasında, təhsil alan, yəni şagirdlər üçün yazmalısınız bu layihəni. Burada təhsil verənlər də qeyd olunsaydı, orada artıq müəllimlərə aid bir layihə yazıb gedə bilərsiniz bu bölümdə, bu istiqamətdə. Yəni şagirdlər arasında şəhərsalma və davamlı yaşayış mühiti mövzularında maarifləndirmə tədbirlərinin təşkilini, baxın gördüyünüz kimi maarifləndirmə tədbirlərinin təşkilini. Siz maarifləndirmə ilə bağlı bir iş görə bilərsiniz. Çox ağır olmayan bir istiqamətdir əslində bu. Şəhərlərin təmizlənməsi, qorunması. Bu mövzuda maarifləndirmə bir nəfər gətirirsiniz. Şəhərsalma, arxitektura, həm ekologiyadan da gətirə bilərsiniz. O şəhərlərin qorunması ilə bağlı sizə şagirdlərə təlimlər keçəcək. İctimai yaşayış məkanlarının məsuliyyətli münasibətlərin formalaşdırılması, şəhər mühitinin inkişafı, qorunması ilə bağlı təhsil alanların bilik və bacarıqlarının artırılması, hətta təmizlik, burada yazılır, ətraf mühitin qorunması ilə bağlı, təmizlənməsi ilə bağlı, şəhərlərin qorunması ilə bağlı biz maarifləndirici işlərdə qeyd edə bilərik layihədə. Müxtəlif təbliğat və maarifləndirmə fəaliyyətləri həyata keçirilə edə bilər. Layihə çərçivəsində nə verilə bilər nazirlik tərəfindən bizə?
Maarifləndirici görüşlərin keçirilməsi üçün maliyyə ayrıla bilər. Seminar və müzakirələrin təşkilinə, məlumatlandırıcı materialların hazırlanması və yayılması üçün müvafiq sahə üzrə mütəxəssislərin cəlb edilməsi, eləcə də layihənin həyata keçirilməsi ilə bağlı digər zəruri maliyyə məsələlərini özlərinə götürə bilir nazirlik. Gördüyünüz kimi bu deyir ki, bəs nazirlik nə verə bilərsə, burada izah edir ki, bu məsələlərdə nazirlik sizə dəstək ola bilər. Amma siz bundan əlavə necə yazsanız ki, bu layihəni yazırsınız. İstiqamət nədir? Şəhərsalma. Amma burada yazılan hansı ki nazirlik istədiyi ki, mən bu istiqamətlərə dəstək ola bilərəm. Siz başqa bir dəstək istəyirsiniz nazirlikdən. Pulu başqa bir şey yerə qeyd edirsiniz ki, məsələn də uşaqları aparacam Qarabağ, məsələn, Bakıya, nə bilim, Lənkərana gəzdirəcəm, Sumqayıta gedərik. Bu artıq tutaq ki, burada qeyd olunan maliyyənin ayrılması üçün qeyd olunan çərçivəyə uyğun deyil. O halda sizin layihəniz necə maliyyə pozuntusu gətirib çıxarır və yaxud da ki, maliyyənin qeyri-səmərəli istifadəsinə gətirib çıxarır və uğurlu hesab olunmur. Orada bal kəsilə bilir. Hal-hazırda 10-cu qram müsabiqə texniki ekspertiza mərhələsinələrdir. Yəni, sizin layihəni ilkin olaraq necə qiymətləndirəcəklər? Bu mərhələdən keçməlidir ki, digər ekspertlərin qarşısına çıxsın sizin layihələr. Bir, layihənin nə olmalıdır? Bu sənədlər ki var, ərizə, layihənin təklifi, xərclər smetası və icra planı. Bu 4 dənə sənədin tələb olunan formalara uyğunluğu. 2. İştirakçıların yalnız bir layihə təqdim eləməsi. Əgər 2 dənə layihə təqdim eləməsinizsə, artıq biri avtomatik ləğv olur. Layihənin icra müddətinin 3-12 ay arası olması. 3 aydan az, 12 aydan çox ola bilməz. Əgər orada qeyd eləmişsinizsə. 12 ay da alınmır, 9 aya qeyd edilir ən maksimumu. Olsun, yəni 12 aya qədər olmaz. Əgər bundan artıq və ya bundan azdırsa, artıq ikinci mərhələyə keçmir. Baxış mərhələsinə keçmir sizin layihəniz. Fərdi layihələr kateqoriyası üzrə layihə büdcəsi 10.000-dən çox olmamalıdır. Yəni, siz yazırsınız öz adınıza, amma 12.000 pul istəmişsiniz. Bu uyğun deyil. Ümumi təhsil müəssisəsi üzrə 100.000. Yəni, 120.000 yazsanız keçməyəcək. İştirakçıların daha əvvəl icra etdikləri layihənin səmərliliyi. Yəni, siz bundan əvvəl, bayaq dedim bunu, layihə yazmısınız və o layihə səmərəli olmayıb, uğurlu olmayıb. O halda sizin layihə bu il baxılmır. Ötəri yanaşılır, keçirilir. Geri qaytarılır. Və bir önəmli məsələ də var burada. Müsabiqəyə təqdim olunan layihələr, layihə sənədlərinin qəbulu 13 apreldən 30 aprel tarihinə qədər daxil olmaqla grant.edu.az saytına həyata keçirilir. Biz digər dövrdə bunu eləyə bilmərik. Əksər hallarda, bəzi illərdə ayın 30-dan sonra bir 10 gün, 5 gün, 15 gündə əlavə oluna bilir. Amma getdikcə hər il artıq müraciətlərin sayı artır deyə buna ehtiyac qalmır. Nazirlik kifayət qədər müraciət olduğu üçün elə 30-u dayandırır. Və qiymətləndirmə ən önəmli məqamlardan biridir. Qrant müsabiqənin qiymətləndirilməsi bu illəri uyğunluq 5 balla qiymətləndirilə bilər maksimum. Orijinallıq 5 balla qiymətləndirilə bilər. Uyğunluq həmən 3 istiqamətə uyğunluq olmadığıdır. Orijinallıq odur ki, yəni bundan əvvəl bu həyata keçirilib və ya eyni mətni başqa yerdən götürmüsünüz, başqa layihəni kopyalamısınız, o orijinallıqdır. Əgər kopyalamamışsınızsa, orijinaldır. Problemin vacibliyi. Əgər vacib məsələdirsə, siz elə bir şey yazmışsınız ki, o qədər də vacib deyil, tutaq ki. Vacibdirsə 10 bal verilir. Bu vaciblik məsələsi mənim süni intellektlə bağlı çox önəmli bir düşündüyüm bir layihə var. Məsələn, bizim hər il demək olar ki, bir və ya bir neçə layihə təhlükəsiz internetlə bağlı olurdu və o keçirdi. Çünki internet təhlükəliliyi uşaqlara aşılanmalıdır, öyrədilməlidir ki, təhlükəlidir internet. Onun təhlükəli məsələləri öyrədilməlidir, təhlükəsiz internetdən necə istifadə qaydaları öyrədilməlidir. Bu illəri də süni intellekt ilidir və süni intellektin təhlükəsizliyi ilə bağlı layihələr vaciblik uğrunda böyük bal ala bilər. Məqsəd və vəzifələrin dəqiqliyi. Buna 10 bal verilir. Yəni, böyük bir işdir bu, yəni böyük bir baldır. Məqsəd və vəzifələrin dəqiqliyi. Siz məqsəd bir dənə qoyursunuz, bir cümlə olur. Vəzifələr isə 10-15 dənə cümlə ola bilər. Axırı isə maqla bitir. Məsələ bu. Faydalılıq 20 bal. Ən yüksək bal bir faydalılığa, bir də səmərəliliyə verilir. Faydalılıq nədir? Yəni, sizin bu layihə həqiqətən də faydalı olacaq. Bu faydalılıq məsələsi digər məsələyə də təsir eləyir, maliyyə. Necə təsir eləyir? Siz layihə yazmısınız, məktəbiniz 9 illikdir.
Siz yazırsınız STEM layihəsi, məsələn STEM layihəsi. Yəni orada 60 dənə şagird var. Siz 10.000 manat pul istəyirsiniz ki, aparatları alıb qoyasınız məktəbə. Yəni 60 nəfər üçün 10.000 manat pulun yazılması həm maliyyə səmərəliliyini pozur, həm də faydalılığı azaldır. Yəni o aparatları alıb 1000 nəfərlik, 500 nəfərlik ən azından şagird olan məktəbə qoysaq, daha çox şagird yararlana bilir. Düzdür, əlbəttə ki, biz deyirik ki, bütün şagirdlər bərabərdir, onlar hamı üçün eyni şərait yaradılmalıdır, amma bu böyük məktəb olsa, balaca məktəblər də, ətrafda olan məktəblər ona gəlib çıxa bilər. Amma o 60 nəfərlik məktəb əlbəttə ki, ucqarda olan məktəbdir və digər məktəblər də gələ bilmir ora. O 60 nəfərə görə 10.000 manat xərclənmir əksər hallarda. Bu faydalılığın da balını azaldır, maliyyənin də. Davamlılıq. Mütləq burada davamlılıq olmalıdır. Siz bayaq dediyim kimi müəllim avadanlıqların alınmasına daha önəm verilməlidir ki, avadanlığı alıb daha sonraki illərdə də bunu deyək ki, bizim məktəbdə bu avadanlıq qalır və ondan sonra istifadə edir. Və yaxud da süni intellekt aləti düzəltmişsiniz. Ondan sonra da bundan digər müəllimlər istifadə edəcəklər. Bu artıq davamlılıq sayılır. Və yaxud da ki, sizin təlim keçdiyiniz şəxslər bundan sonra digər şəxslərə təlim keçəcəklər və ya necəsə bunu davam etdirəcəklər. Fəaliyyət planı orada qeyd olunur. Hansı ayda hansı işlər görüləcək, ümumiyyətlə hansı işlər görəcəksiniz, ondan bağlı bir plan var. O plan 10 balla qiymətləndirilir. Bu da yüksək baldır əslində. Monitorinq və qiymətləndirmə bu da 10 balla qiymətləndirilir. Mütləq siz qiymətləndirə bilməlisiniz ki, bir meyar olmalıdır, qiymətləndirməlisiniz ki, sizin layihə nə qədər uğurludur. Uğurlu olacağını biz ölçə bilək də, ölçülə bilən olmalıdır. Bir də səmərəlilik, bayaq dediyim kimi, ən önəmli ballardan biri buna verilir. Faydalılıqla maliyyə səmərəliliyi. Bu, uyğunluq və ya orijinallıqdan təxminən 4 dəfə çox bal verir. Yəni, siz çalışın ki, maliyyənin, yəni, ümumiyyətlə, qrant layihə o deməkdir ki, layihə ümumiyyətlə o deməkdir ki, az büdcə ilə çox iş görmək. Ona görə də siz maliyyəni elə bir şey yazmalısınız ki, orada yeyinti kimi görünməsin nəsə. Qeyd, məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edilir. Yəni, siz 50 bal keçsəniz, artıq layihəniz keçmiş sayılır. Amma maliyyələşəcəkmi? Xeyr. Əksər hallarda 62, 65, 67 baldan yuxarılar maliyyələşir. Nəyə görə? Çünki müraciət sayı çoxdur. Sizin layihəni qiymətləndirirlər. Hərəsində 3 bal, 5 bal verirlər, 7 bal verirlər, 10 bal verirlər və görürlər ki, okey də, hər balları topladıq, gördük ki, 52, 57 bal oldu. Amma 50-ni keçənlərin sayı çoxdur. Maliyyə isə yuxarıdan gəlir. 100 baldan aşağı düşürük. 98 bal, 97 bal, 90 bal, 85 bal, 82 bal. O hamısı maliyyələşir. Gəlir aşağı. Hara qədər ki, bitdi. Sonunda orada dayandırırlar. Deyirlər ki, daha artıq maliyyələşdirə bilmirik. Məsələn, keçən illərdə 67 baldan aşağı qiymətləndirilmişdi, amma maliyyələşə bilməmişdi. Yəni, 58, 59, 60, 61 ballıq layihələr var idi ki, var. Səhv eləmirəmsə 67, amma ondan əvvəlki 64 bal desən. Belə bir hallar olur. Yəni 60 baldan yuxarı olmalıdır minimum ki, ümidiniz daha çox olsun. İşte 50 ballıq düşünməyin ki, o da keçmiş sayılır. Onu da il ərzində deyirlər ki, baxılacaq, yenə də hər hansı maliyyə ayrılsa nəyəsə bağlı bunu yönləndirə bilərik falan, amma o deyil. Belə bir layihə görməmişəm ki, maliyyələşdirilə bilər, keçib falan yazır, amma sonradan il ərzində maliyyələşir. Yox. Gələn illəri müəllim onun düzəliş eləyir və daha sonra maliyyələşə bilir. 10-cu qram müsabiqəsinin qiymətləndirilməsi meyarları dedik. Burada baxmış layihələr içərisində müəyyənləşdirilir. Məzmun qiyməti keçid balını toplayan və qrant müsabiqəsinin büdcəsində sığan ən yüksək bala malik layihə qrant qazanır. Texniki problemlərlə qarşılaşmamaq üçün layihənin təqdim edilməsini son günlərə saxlamaq tövsiyə olunmur. Layihəsini saxlamamaq tövsiyə olunur. Qrant vəsaiti, qrant müsabiqəsi qalibi olmuş layihənin üzrə bağlanmış qrant müqavilələrin qaydalara uyğun olaraq müvafiq qaydada qeydə alındıqdan sonra ayrılır. Məzmun qiymətləndirməsi keçid balı 50 baldır. Bunu bayaq dedik. Demək olar ki, burada bir məlumat qalmadı. İndi keçirik sayta, bir dənə orada sənədləri göstəririk. Mən bu hissəni dayandırım. Buna aid, bura qədər sual olan varmı? Bir dənə onu bildirin. Zəhmət olmasa daha sonra mən keçid edəcəm digərinə. Sual varmı? Hər hansı bir mədəni bir şey oldu mu? Yəni, maraqlı gəldi və yaxud da ki, hər şey bildiyiniz şeylərdir. Maraqlıydı. Əvvəla salam. Təşəkkür edirəm təlim üçün. Bir dənə sual vermək istəyirəm ki, o neçə söz olmalıdır o barədə
Məlumat varmı sizin təqdimatda? Bəli, indi saytı daxil olarıq. Orada sənədləri yükləyərək bir-bir sənəd üzrə göstərərik ki, bizdən hansı sənəddə nə tələb edirlər. Mən bir dəfə yazmışam, 38 balla qiymətləndirildi. Layihəm uğurlu olmadı. Ondan sonra həvəsim ölmüşdü. Sizin təlimdən sonra həvəsə gəlmişəm. Yəqin ki, çatdırsam yenə yazacağam. Təşəkkürlər təlim üçün. Çox sağ olun, uğurlar olsun. Mən bir neçə müəllimdə bunu görmüşəm bu halı. Kəsilir, hətta ikinci il də verir. İkinci ildə də bəzən kəsilir. Amma ümiddən də düşür, ruhdan düşür. Amma sual verirəm ki, müəllim, baxdınızmı hansı kateqoriya üzrə, hansı qiymətlənmə meyarı üzrə siz aşağı qiymət almışsınız ki, kəsilmişsiniz? Müəllim deyir ki, yox, baxmamışam ona. Yəni bizim əsas məqsədimiz nədir? Layihənin qiymətini alandan sonra biz baxırıq ki, meyarlar üzrə bizə cavab gəlir ki, siz hansı istiqamətdə, hansı meyarda neçə bal almışsınız? Biz baxırıq ki, məsələn, uyğunluq üzrə 5 bal idisə, 4 bal almışıq. Amma problemin qoyuluşu 10 baldır. Biz ondan 2 bal almışıq. Demək, problemin qoyuluşundadır bizim problemimiz. Və yaxud da ki, maliyyədən 20 baldır. Ondan 8 bal almışıq. Bu, yarıdan azdır da. Demək ki, problem maliyyə məsələsindədir. Gələn dəfə eyni layihəni verə bilərik. Biraz üzərini düzəliş. Əsas düzəlişi harada eləyirik? Maliyyə məsələ. Çünki maliyyədə kəsilmişik də biz. Bizim, məsələn, orada orijinallıqda 5 balın 5-ini almışıqsa, gələn il həmən layihəyə baxanda orijinallıq hissəsinə çox dəyə bilməliyik. Çünki onsuz da o hissə uğurluydu. Biz gələn illəri onu ayırmalıyıq hissələrə. Hansı hissədə ki, qiyməti azalmışdıq, həmən hissənin düzəliş çox eləməliyik. Digər hissəyə də baxmalıyıq, amma o hissələrdə çox da düzəliş eləsək, artıq yenə də köklü dəyişmiş olacaq. Mən qayıdaram, sayta gedirəm. Siz də özünüz üçün baxa bilərsiniz. Mən əvvəlcə ekranı izləyəsiniz, sonra siz özünüz girərsiniz, saytdan baxarsınız. Sənədləri bir yükləyib oradan göstərərik. Daha sonra əsas layihə büdcə məsələsini Rafət bəy izah edəcək sizə. Başqa sual olan varsa o da bildirsin, daha sonra davam. Buyurun Nemət müəllim. Şamınız xeyir olsun müəllim. Hər vaxtınız xeyir Hər müəllim. sağ olun. Təşəkkür edirəm. Çox məhsuldar bir görüşdü. Ümid edirəm inşallah layihələrimiz də uğurlanacaq. Bir şey demək istəyirəm müəllim. Məndə problemin vacibliyi 10 baldan 4.6 aldı. Amma belə bir şey var. Yəni o problemin vacibliyini mən düzgün çatdırmamışam mı? Yoxsa mən seçdiyim mövzu problem vacib deyil? Müəllim, bu iki halda mümkündür. Birinci odur ki, problemin vacibliyini siz düzgün qeyd eləyə bilməmisiniz. Necə düzgün qeyd eləməmisiniz? Əslində lap düzgün qeyd eləmisiniz. Əla, möhtəşəm qeyd edirsiniz. Amma onlara daha çox bal harda verilir? Bayaq onu qeyd elədim. Orada siz yerli və ya beynəlxalq araşdırmaların linklərini qeyd edirsiniz ki, məsələn, mən STEAM-in önəmini və ya süni intellektin önəmini UNESCO-nun filan araşdırmasına əsasən filan saytda bir dənə məqalə var. Həmən məqalədən bir dənə istinad edirsiniz və o linki qoyursunuz ki, bu məqalədən götürmüşəm. STEAM məsələn, STEAM həm də uşaqların buraxılış imtahan nəticələrinə təsir edir. Məsələn, və ya hekayə yazmaq, nə bilim, hekayələrin qurulması, müsabiqəsi uşaqların buraxılış imtahan nəticəsinə təsir edir. Bununla bağlı siz özü fikrinizdir bu. Bir də var ki, siz bununla bağlı 3-4 dənə araşdırma şey var, beynəlxalq təşkilat, yerli təşkilat və ya sayt. Onların hansı saytda və ya da rəsmi yerdə qeyd var. Cümləni yazandan sonra mütərizədə o linki də qoyursunuz. O halda sizin o prosesin balı artmış olur. Yəni, ən önəmli məsələ orada onların bizdən istədiyi bunu əsaslandırasınız. Əsaslanmanın əsas şərti linklərdir, bəli. Amma müəllim, bəzən biz çox vaxtı yerli araşdırmada biraz ilişib qalırıq. Yəni, bu yerli araşdırma məsələsini tutaq ki, mən siz deyən kimi süni intellektlə bağlı siz Təhsil Nazirliyini mən düşünmürəm. Bəlkə də var yoxdur, mən səhv edirəm, ola bilər. Araşdırmasını görməmişim. Mən bilmirəm, hara istinad edəcəm. Onda belə çıxır ki, mən sırf beynəlxalq, bu beynəlxalq da araşdırma nə qədər bizim məktəb, ancaq bütün halda məncə olar da, yəni o bizdə təhsil sistemi fərqli olsa, amma nöqtə eynidir də. Yəni Bəli. Məsələn, müəllim,
Bu siz süni intellektle bağlı şey yazırsınız, grantla yazdınız və orada qeyd etmək istəyirsiniz ki, bu önəmlidir də. Məsələn, orada birinci olaraq məsələn qeyd elədiniz ki, bununla bağlı ölkə başçısı Prezident İlham Əliyevin çıxışı var və bunun önəmini biz oradan da görə bilirik. Yazdınız bu cümləni məsələn. O prezidentin çıxışı olan mətn var. Həqiqətən də çıxışı var ki, süni intellekt önəmlidir, bütün qurumlarda bu tətbiq olunsun və s. O linki qoydunuz ora. Daha sonra Təhsil Nazirliyinin bununla bağlı önəmli olduğu üçün Təhsil Nazirliyi bununla bağlı müqavilə bağlayıb Microsoft şirkəti ilə Copilot proqramı pulsuz olaraq müəllimlərin istifadəsinə verilib və rəqəmsal məktəb olan platformaya qoşulmuş məktəblər artıq oradan istifadə edirlər. Yəni bu önəmlidir ki, istifadə edirlər. Yəni o linki də qoyursunuz ora, hansı ki o elan paylaşılıb. Təhsil Nazirliyi süni intellektin istifadə edənə belə. Onunla bağlı təlim də olub. Bir neçə universitetdə, məktəblərdə təlim olursa, AQMA keçən illəri 3-4 dəfə təlim keçib süni intellektlə bağlı. Sonra həmkarlar təşkilatı var. Elm və Təhsil İşçilər Həmkarlar Təşkilatı, o komitəsi. Onlar da bir neçə də təlim keçirib mərkəzlərdəki süni intellekt təlimləri. Yəni bu önəmlidir ki, keçirir. Yəni dövlət qurumları, dövlət qurumları və ya təhsillə bağlı olan qurumlar bununla bağlı təlim keçirsə, bu önəmlidir də. O linklər, onu bildirirsiniz və o linkləri qoyursunuz. Bu artıq kifayət edir. Yəni hansı bir məqalənin sırf olması vacib deyil, yəni araşdırma mərkəzinin olması vacib deyil. Prezidentin çıxışı və ya da nazirin hansı bir çıxışı və ya təqdimatı və ya bununla bağlı təlimi varsa və ya görüşü, o kifayətdir ki, siz bunun vacibliyini bildirərsiniz. Link bəs eləyir orada. Düşünürəm ki, məsələ aydın oldu da elə deməlim. Bəli, aydın. Yəni, bəli, mütləq araşdırmaya fikir verməmişdim, onu qəbul edirəm. O önəmlidir. Mən onu sonradan, mən də özümdən mətnlər yazırdım. Sonra dedilər ki, çox kiçik də olsa mütləq çalışın ki, orada ən az bir link qoyun, araşdırmadan bir şeylər qoyun, o önəmlidir. Daha sonra keçirəm, indi mən elə hara keçirik, ekranı ümumi paylaşıram mən. Buradan Elm və Təhsil Nazirliyinin saytına, daha sonra qrant müsabiqə olan Grants Edu saytına keçid elədim. Ekran görünür, elə deyil. Bəli, görsənim. Paylaşım görsənim. Burada bir dənə özür istəyirəm. Məndə zəifliklə bağlı bir adaptör gətirim gəldim. Bir saniyə. Səsim gəlirsə mən davam edeyim. Demək, mənim səs gəlir, elə deyil. Bəli, gəlir. Davam edeyim. Demək müəllim, dəyərli müəllimlər, burada saytı daxil olsunuz, grants.edu.az saytına. Daxil ol qeydiyyatdan keç eləyə bilərsiniz, istənilən halda o problem deyil. Elə buradan məlumatları götürmüşdük biz. Burada məlumatlar qeyd olunur. Bütün o məlumatlar burada da var. Amma ən vacib bu dəqiqə məlumat bizə hansılardır? Burada ən aşağı düşürük. Burada sənədlər bölməsi var. 1 nömrəli əlavə, 2 nömrəli əlavə, 3 nömrəli, 4 nömrəli, 5 nömrəli və 6 nömrəli əlavə. 5 yoxdur, 6 var indi. Hazır 5 çıxarılıb. Burada 1 və 2 gördüyünüz kimi mütəmmədə ümumi təhsil məsələləri qeyd olunub. Yəni bizə aid deyil. Bizə lazımdır 3 və 3 2 dəfə yazılıb, ona görə 5 itib. 3, 4 və 6. Bunları götürməliyik. Mən də 3-ü götürürəm, məsələn, yükləyirəm. Üzərinə vurmaqla yükləmək olur. Yükləyəndən sonra açıram bunu. Burada çox çətin olmayan məlumatlar qeyd etməlisiniz.
Hal-hazırda işlədiyiniz dövlət müəssisəsinin təhsil müəssisəsinin adı, çalışdığınız təhsil müəssisəsinin yerləşdiyi şəhər və ya rayon, çalışdığınız təhsil məktəbinin direktorun soyadı, adı, atasının adı, iş nömrəsi, ev nömrəsi, mobil nömrəsi, elektron poçt ünvanı. Bunların ev nömrəsi, iş nömrəsi əgər bir dənədirsə, bir dənəni də kopyalayıb digərini əldə edə bilərsiniz. Elektron poçt ünvanı, layihənin adı, layihənin istiqaməti, hansı istiqamət olduğunu bura qeyd edəcəksiniz artıq. Layihə rəhbərinin soyadı, atasının adı, atasının adı, soyadı. Layihə rəhbərinin iş nömrəsi, ev nömrəsi, layihə rəhbərinin mobil telefon nömrəsi, elektron poçt ünvanı, layihə müddəti, layihə ümumi məbləği və qrant üçün tələb olunan məbləğ. Layihənin ümumi məbləği ilə qrant üçün tələb olunan məbləğ fərqlidir. Bəzən orada ola bilir ki, tutaq ki, siz deyirsiniz ki, mənim 3D printerim var, məsələn deyirəm, 3D printə özümdən qoyacam. Bu layihə ümumi məbləği idi. Siz oradan 3000 manatlıq, 5000 manatlıq, 1000 manatlıq orada özünüz qoyursunuz. Sizin tələbləriniz daha az da ola bilər. Gəldik digər məsələyə. Burada da digər məsələlər var. Donor Təhsil Nazirliyidir. Yəni donor pulu ödəyən şəxsdir, Elmi Təhsil Nazirliyidir. Burada demək olar ki, bütün məlumatları belə qeyd eləmək olar. Çətin deyil bu sənəd. Digər sənədə keçid edirik. Digər sənəd. Bax, bu da eyni sənəddir, elə bilirəm. Eyni sənəddir, bu deyil. Digər sənəd 4 nömrəlidir. Bu ən önəmli və ən geniş olan sənəddir. Biz elə bütün işimizi bunun üzərindən qururuq. Bütün vaxtımızı bu alır. Burada gördüyünüz kimi, burada bütün məlumatları qeyd edib. Layihə adının aydın, dəqiq yazın. Problemin qoyuluşu bir səhifə. Yəni 500 söz aralığında. Bunu bir də harada görmək olur? Siz müraciət eləyəndə orada sizə söz sayı ilə verir. Burada səhifə sayı ilə verir. Orada söz sayı ilə verir. Sözü hardan bilə bilərsiniz? Bunu seçəndən sonra sözlər aşağıda neçə söz olduğu qeyd edilib gördüyünüz kimi. 18 söz seçmişik. Hazırda səhifədə isə 317 söz var. Gördüyünüz kimi. Daha sonra layihənin məqsədi və vəzifəsi ilə 0.5 səhifə, yəni 275 söz səhifəmizə qeyd olunur. Məqsəd burada qeyd olunub. Məqsəd bir cümlə ilə ifadə olunmalıdır. Vəzifələr isə ardınca qeyd oluna bilər, geniş ola bilər o. Siz bir məqsədiniz var da, məqsədiniz genişdirsə də onu vergi ilə ayıra bilərsiniz. Görüləcək işlər ən geniş ayrılan budur. Görüləcək, çünki aydın yazmalısınız ki, nə iş görəcəksiniz. Tam aydın olmalıdır. Onu oxuyan başa düşməlidir ki, artıq siz nə iş gördünüz. Onun gözündə canlanmalıdır bu. Layihənin icra müddəti, burada da qısa yaza bilərsiniz. Çox qısa yazanlar var. Mən görmüşəm ki, yazır ki, 1 oktyabr 2025-ci ildən 2 fevral 2026-cı ilə qədər belə bir şey yazırlar. Sonra da aydınlaşdırır, ayrı yazır, yoxsa yazmır. Çünki icra planında da bu qeyd olunur. Yəni bunu çox geniş yazmayanlar var və keçir problem yaramır orada. Gözlənilən nəticələr bizim önəmli məsələlərdən biri budur. Biz nə gözləyirik, nə olacaq? Bizim gözləntimiz nədir? Bu çox hallarda digər bir bölmə ilə üst-üstə düşür. İndi onu deyəcəm. Layihə çərçivəsində qurulan əməkdaşlıqlar, hansı qurumlar, təşkilatlarla əməkdaşlıq edəcəksiniz, onu qeyd edirsiniz. Hətta təlimçi tutaq ki, deyirsiniz ki, mən heç bir qurumla əməkdaşlıq eləmirəm, amma onu nəzərə alır ki, sizin təlimçi tutaq ki, deyirəm, həm də eyni zamanda Gənclərin İnkişaf Karyer Mərkəzinin müəllimi, gəncidir və ya təlimçisidir. Siz deyirsiniz ki, Gənclərin İnkişaf və Karyer Mərkəzində əməkdaşlıq edirəm. Çünki oranın təlimçisi gəlir də bura. Və yaxud da ki, Fövqəladə Hallar Nazirliyinin işçisidir. STEM mərkəzinin müəllimidir. Deyirsiniz, STEM mərkəzindən əməkdaşlıq edirəm. Sonra, hansı regionaldırsa, həmən regionalın adını qeyd edirsiniz. Sektoru qeyd edirsiniz. Onların əməkdaşlıq edirsiniz. Çünki onlar sizə dəstək olacaqlar hususda. Və şagirdlər, siz məktəb adını təqdim edirsə bunu, ki, bizim məktəb, kimlər bura gələcək, kimlər bizə dəstək olacaq, hamısını orada həmən qurumları bir-bir qeyd edə bilərsiniz. Məsələn, hansı bir mağazadan əməkdaşlıq edə bilərsiniz ki, sonda bir müsabiqə eləyərsiniz, o mağaza sahibi sizə hədiyyələr verər uşaqlara, onu da qeyd edə bilərsiniz. Yəni, burada çox olması yaxşı bir şeydir. Orada hansı qurumlar ki, iştirak edəcək, o qurumlardan bir dəstək məktubu da ala bilərsiniz. Bu da sizə layihənin keçməsinə, uğurlu olmasına fayda verir.
Gözlənilən nəticələr, bir də layihənin monitorinq və davamlılığı, bu da önəmlidir. Bir səhifə ayrılıb, gördüyünüz kimi 500 sözdən ibarət bir mətn var. Burada qeyd etməlisiniz. Səhv etmirəmsə, bu da geniş olur. Burada yazırsınız ki, məsələn, 275 söz olmalı elə biləm. Burada da monitorinq necə eləyəcəksiniz, nələr olacaq, necə ölçəcəksiniz, yəni bu necə izləniləcək, kim bunu hardan baxa bilər. Mən oturmuşam Lənkəranda, biz nə bilirəm ki, Göyçayda filan layihə necə icra olundu, bunu mən necə izləyə bilərəm, mənə necə maraqlı eləyə bilərsiniz bunu, sizin fəaliyyətləri mən necə görə bilərəm, bu monitorinq budur. Davamlılıq da ki, gələcəkdə bu layihə necə davam edir, layihə bitdi, maliyyə bitdi, gələn illəri bu layihənin icra müddəti bitdi, ondan sonra mən bu necə hiss olunacaq, cəmiyyət necə görəcək bunu ki, belə bir layihə olub nə vaxtsa. Layihənin qiymətləməsi və hesabatlılığı, bu çox oxşardır, onu çaşırırlar müəllimlər çox halda. Qiymətlənmə və hesabatlılıq başqadır, layihənin monitorinq davamlılığı başqadır və gözlənilən nəticə də başqadır. Bunlar başqa şeylərdir, onları ayırmaq lazımdır. Ona uyğun sözlər qeyd etmək lazımdır. Burada qeyd edirdik ki, layihənin qiymətləmə meyarları. Məsələn, burada deyirsiniz ki, əvvəldə mən test keçirəcəm, o testin nəticəsini sonunda da keçirəcəm, nəticəsini müqayisə edərəm. Hesabatlılıq, deyirsiniz ki, mən ayda bir dəfə hesabat verəcəm. Elmə Təhsil Nazirliyinin Kənd Təhsili İnkişaf və İnnovasiya 10-cu qrant müsabiqəsinin ekspertləri olacaq. Mən ekspertlərə hesabat verəcəm və ya rəhbərliyə hesabat verəcəm. Ondan sonra məsələn belə bir şeylər. Deyirsiniz ki, hesabatlılığı cəmiyyətə necə verəcəksiniz? Sosial şəbəkələrdə paylaşılacaq, hansı saytlar bunu paylaşacaq və s. Bu hesabatlılığa da daxildir. Layihənin büdcəsini də indi müəllim izah edəcək. Qoşma sənədi, sənədin adı, layihə təklif forması, burada eyni şeyləri qeyd edirsiniz. Demək olar ki, burada məlumatlar hamısı verdim. Mən sizə müəllim təqdim edəndən sonra çalışıram bir dənə nümunə öz layihəmin birini səthi olaraq keçid edeyim. Görəsiniz ki, necə yazmışdım. Rafət müəllim, buradasınızmı Rafət bəy? Məni eşidirsinizmi? Bəli, buradayam. Mən istəyirsiniz o sənədi yox yüklüyüm. Ekrana paylaşın, sözü paylaşın ya da mən paylaşım. Layihənin xərclər smetası. Əslində mən də bölüşə bilərəm. Bir dəqiqə. Bölüşə bilərsinizsə bölüşün istəyir. Mən dayandırım onu paylaşmağı, siz davam edin. Görüm əgər məndə burada açılırmı? Bəli, açmalıdır. Mən icazə vermişəm. Okey, bir dəqiqə. Bak. Görsənirmi müəllim? Bəli. Okey. Birbaşa xərclər smetası da düzdür? Sizdə görsənəm. Yox, hal-hazırda sənəd olaraq görünür, içi görünmür. Yəni üstdən görünür ki, 47 yazılıb. O görünür. Sənəd görsənmir. Sənədin içi açmayıb, yəni. Sənədin qovluq açılıb, download qovluğu. İndi mən bölüşmüşdüm əslində, yenə də nəsə desəm. Sənədi elə bil, sənədi açın, sonra paylaş yerində Excel-i seçin də elə bil. Əslində mən də elə eləmək istədim. Okey. O qovluq seçilmişdi elə biləm. Ona görə qovluğu göstərir, download qovluğunu. Bəli, indi bayaq açıldı. sadəcə söz. İndi alındı. Bəli, görünür. Hər şey görəsində. Okey. Mən təşəkkür edirəm Faiq müəllim. Layihə ilə bağlı geniş məlumat verdiniz. Bu çox önəmli məsələlərdən biri idi ki, layihənin büdcəyə qədər olan hissəsi tam dəqiq və aydın işlənilməlidir. Çünki burada dediyiniz problem və problemlə əlaqələnən məqsəd və vəzifələr aydın başa düşülən olmalıdır. Hər nə qədər büdcə effektli olsa da, büdcədəki rəqəmlər aydın olsa da,
ona qədər olan hissələr daha da vacibdir. Yəni qiymətləndirmədə də düzdür. Məsələn, maliyyə hissəsi bir 20 bal götürürsə, bu belə deyək də, əslində böyük bir rəqəmdir. Amma yenə də ona qədər olan hissələr çox dəqiq olmalıdır ki, burada işlənən rəqəmlər də vacib işlənilsin. Layihənin xərclər smetası, yəni özündə çox geniş bir, yəni hər il təkmilləşən bir sənədlərdəndir əslində. Hər il bir də görürük fərqli yanaşmalar ortaya qoyulur. Məsələn, burada bunu işləyən mühasibin artıq tam belə deyək, həm qanunvericiliyi ilə bağlı, həm baş verən dəyişikliklərlə bağlı mütəmadi məlumatı olmalıdır. Çünki biz layihələrdə çox vaxt görürük ki, maliyyə düzgün yazılsa da qrant alandan sonra maliyyənin idarə olunması ilə bağlı çoxlu qrantlarda problem olur. Yəni birinci növbədə bunu deyim ki, əgər sizin hesabınıza 5000 manat pul gəlibsə qrant kimi, onu nağdlaşdırmaq qəti olaraq olmaz. Bu, belə deyək də, savadsız hesabatlılıqda da problem yaradacaq. Həmçinin də verdiyiniz hər hansı, belə deyək də, tutaq ki, nağdlaşdırıb gedib hardansa bir əyani fiziki bir qəbz almısınızsa, qəti olaraq Nazirlik bunu qəbul etmir. Ancaq və ancaq qəbul etdikləri qəbzlər bu mobil operatorlarla bağlı olan qəbzlər ola bilir. Çünki bütün prosedur elektron qayma ilə həyata keçirilməlidir. Yəni bütün ödənişlər onlayn elektron internet bankinq üzərindən getməlidir və yaxud da ki, bankdan birbaşa köçürülməlidir. Çox təəssüf ki, bu hallar olur. Hələ də bu olur. Məsələn, mən hər il rastlaşıram ki, müəyyən maliyyə məsələlərində qrantı götürüb, gedib nağdlaşdırırlar. Sonra bəlli olub ki, bu nağdlaşdırmamalı idi və nəzərə alın ki, siz nağdlaşdırarkən də faiz itirirsiniz. Sonra hesaba mədaxil eləyəndə də yenə də maliyyə məsələləri ortaya çıxır və beləcə siz xeyli həm də pul itirmiş olursunuz. Layihənizdə birinci hissə büdcənizdə daha doğrusu birinci hissə əməyin ödənişindən başlayır. Adətən burada bir məsələ var ki, Təhsil Nazirliyi çox vaxt layihə rəhbəri kimi əmək haqqı yazmağa çox da maraqlı olmur. Çünki düşünür ki, müəllimlər zaten bir məktəbdə işləyirlər, əmək haqqıları var və onlar bu layihəni əmək haqqı məqsədli düşünmürlər. Amma siz layihə koordinatoru seçə bilərsiniz, mühasibi götürə bilərsiniz əmək müqaviləsi ilə. Amma çox vaxt bunlar olmur. Yəni bunlar xidməti müqavilə kimi gedir. Yəni bunları amma eləyə bilərsiniz. Yəni o da baş verə bilər. Məsələn, burada görürsünüz ki, Dövlət Sosial Müdafiə Fondu, icbari işsizlikdən sığorta var, tibbi sığorta var, amma məsələ burasıdır ki, bu il artıq yeni bir əmək müqavilələrində yeni bir qayda da tətbiq olunur. Bu gəlir vergisidir. Və artıq digər hissəsində sizin mühasibiniz hesablanan əmək haqqılara görə gəlir vergisini də hesablamalıdır. Və bu sizin büdcənizin formalaşmasına təsir edir. Əks halda nə baş verir? Büdcədə o nəzərdə tutulmur, təqdim olunur, məsələn 5000 manat. Sonra işin icrası gələndə artıq gəlir vergisi ilə hesablanmalar, yəni o əmək haqqıdan tutulmalar baş verir və belə olan halda sizin maliyyə rəqəmlərində artıq dəyişikliklər baş verir və siz hesabat verəndə rəqəmlər uyğun gəlmir. Ya öz cibinizdən əlavə pul qoymalı olacaqsınız, ya da ki, belə deyək, hər hansı fəaliyyətin ödənişini tam etməmiş olacaqsınız. Ona görə də biz həmişə tövsiyə edirik ki, bu hissələrdə dəqiq olasınız ki, kəsintilər olmasın. Əslində, çox layihələrdə kəsintilər olur. Maliyyələşmə də yəni bilirsiniz ki, 100% olmur. Demək olar ki, 70% köçürülür. Fərqli layihələrdə 70%-dən sonra siz işin 100%-ni həyata keçirdib, daha sonra hesabat verib 30%-ni alırsınız. Və 30%-ni alanda da əgər sizin büdcə xərclənmələri düzgün aparılmayıbsa, artıq həmin 30%-dən o pullar kəsilə bilər. Bu da o deməkdir ki, sizin maliyyə itirmə riskiniz də yaranır. Bu baş verməməsi üçün mühasibinizin işi aparması, sənədlərin ardıcıllıq qaydasında olması, zaman məsələsi çox önəmlidir. Baxın,
hal-hazırda özünüz də yəqin ki, görürsünüz də, Hesablama Palatası qurumlarda audit işləri aparır da, bu yoxlamalar aparır. Bunlar nə deməkdir? Sabah sizin verdiyiniz hər hansı bir sənəd ola bilər ki, nazirliyə getsin, oradan baxırlar ki, tutaq ki, layihənin icra müddəti maydan sentyabra qədərdir. Amma sizin sənədinizdə aprel var. Yəni bu necə ola bilər də layihə başlamamış belə bir maliyyə köçürülməsi baş verib və yaxud da sentyabrın 1-i layihə bitib, amma sentyabrın 10-unda pul köçürülüb. Yəni bu doğru bir yanaşma deyil, layihədən kənar prosedurdur və bunu artıq qəbul etməyəcəklər. Bunun üçün də sənədlərin ardıcıllığı çox önəmlidir. Yəni bu biraz mühasibatlıq tərəfi tələb eləyir. Onu da deyim sizə ki, burada hər bir hissə var. Məsələn, görürsünüz, əməyin ödənişi, əmək haqqına əlavə, ezamiyə xərcləri, mal və xidmətin alışı, qrant, yəni Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara görə əməyin ödənişi, əmək haqqına üstəlik, məsələn, ümumi büdcənin 30%-dən məsələn çox olmamalıdır. Düzdür, bəzən istisnalar edirlər, bəzi qrant müsabiqələrdə 35 falan belə güzəştə gedirlər, amma normalda götürün ki, 30%. Tutaq ki, sizin 10 minlik bir layihəniz varsa, əmək haqqı fondunuz 3000 manata qədər olmalıdır. Yəni 3000 manatdan çox olanda artıq bu qəbul olunması riski də azaldır, yəni maliyyə keyfiyyəti. Yəni belə çıxır ki, sizin layihənin 30%-dən çoxu əmək haqqıya ayrılır. Ezamiyə xərcləri də düzgün planlaşdırılmalıdır. Burada düzdür, çox vaxt kiçik layihələrdə ezamiyə xərcləri geniş yazılmır, amma bunlarda da say məsələləri, gün məsələləri, rəqəm araşdırılmalıdır, yazılmalıdır və burada yerli və beynəlxalq əgər ezamiyyələr varsa, bunlar hər biri Nazirlər Kabinetinin qərarına uyğun olaraq getməlidir. Mal, iş və xidmətlərin alışı, bunlar da bir neçə formada həyata keçirilir. Məsələn, Bir dənə burada saxlayayım da, üzrürsən. bəli. Bir dənə Nemət müəllim sualı var, o versin, sıra mən bir dənə məlumat verim. Okey. Mən Məndən ekranı Rafət- görmürəm bu arada. Yəni mən Sürətli çünki gedirsin. açıb Excel Suallar fayla yarar. baxıram. Rafət Mən orada verilən sualları görəməyə bilərəm. Təşəkkür edirəm Rafət müəllim gözəl izaha görə. Sadəcə yadımdan çıxan yəni sözü qeyd etmək istədim. Buyurun. Bu əmək haqqı ilə bağlı durmaq istəyirəm bu məsələdə. Belə deyək də, əmək haqqı deyəndə hansı əmək haqqı var nəzərdə tutursunuz? Tutaq ki, biz təlimçiyə də yazılan əmək haqqıdır. Sonra bu layihə belə deyək, ekspertə də yazılan əmək haqqıdır. Bir də ki, buxalterə də yazılan əmək haqqı. Bunlar əmək haqqı sayılır, eləmi? Yox, Nemət bəy, demək, onlar xidmət haqqı sayılır çox. Təlimçidir, ekspertdir, onlar xidmət haqqı kimi götürülür. Hətta mühasib də bir çox hallarda xidmət haqqı kimi götürülür. Amma tutaq ki, siz layihə koordinatoru işə götürsəniz, layihə koordinatorunu xidmət haqqı kimi də müqavilə bağlaya bilərsiniz, əmək haqqı kimi də müqavilə bağlaya bilərsiniz. Amma təlimçidir, ekspertdir, bunlar çox vaxt gəlib 2 saat danışıb gedirlər. Yəni siz 2 saatlıq prosedura görə əmək müqaviləsi bağlamağınız yəni uyğun görünmür. Amma 3 aylıq bir layihəni idarə etmək üçün sizə layihə rəhbəri və ya da layihə koordinatoru, layihə mühasibi lazımdırsa, artıq onlarla əmək müqaviləsi bağlanmalıdır. Layihə köməkçisi belə deyə ola bilər. Təlimçi, ekspert, onlar məhz bu hissədə adı nədir? Mütəxəssislər xidməti hissəsində qeyd olunur. Düzdür, Təhsil Nazirliyi bu məsələlərdə biraz fərqli yanaşır, dediyim kimi. O daha çox çalışır ki, əmək haqqı müqavilələrindən çox xidməti müqavilələrə çox üstünlük versin. Yəni ötən təcrübələrdə də bu belədir. Hətta mühasiblə də digər tərəfdaş ekspertdir, təlimçidir, mentordur, hamısı ilə xidməti müqavilələrə üstünlük verir. Amma mən ümumi olaraq o əməyin ödənişini izah eləməyə çalışdım ki, sabah layihə yazanda qaranlıq qalmasın. Çox gözəl. Çox sağ olun. Mən Buyurun. onu deyəcəkdim elə. Bizdə indi hal-hazırda elərim ki, Təhsil Nazirliyi layihə rəhbərinin köməkçisi 2 ildir bu əlavə olunub. Onu bəli sizinlə birlikdə işləyirdi, ona müqavilə baxıla bilərsiniz, amma onun da elə bir saat yazırıq. Ona rahat rəfiqdə müqavilə daha baş ağrı olur deyə saat hesabı yazırıq ora. 30 saat, 60 saat falan qeyd edirik də. Saat hesabı daha yaxşıdır. Mal və iş bölməsi. Onu demək istəyirəm ki, bir də bu çox həssas məsələdir. Layihənin ən belə
baş ağrı hissəsi, mühasibatlıq məsələsi, bu smeta məsələsidir. Yazılması da çətindir, tətbiqi də. Məsələn, mənim başıma gəldi, təcrübə olaraq deyim ki, yəni siz mütləq bir mühasib seçməlisiniz. Biz icma əsaslı məktəbədə layihəsi yazmışdıq. Orada mühasib yazmayanlar vardı ki, kimsə dedi ki, mən bacarıram, özüm eləyəcəm və s. Bizə qayıtdılar ki, yox, layihədə mütləq mühasib olmalıdır. Mühasib orada qeyd eləməlisiniz və hesabat tələb də eləməlisiniz. O hesabatı o hazırlamalıdır, verməlidir, təsdiqləməlisiniz. Onu da regionun mühasibatlığına verməlidirlər, o təsdiqləməlidir. Mühasib sənədləri də ayrı götürülür, ayrı qəbul olunur. O ən vacib məsələlərdən biridir. Çünki maliyyət də maliyyə, pula görə də hər şey pulun üzərində qurulur. Və sizin mühasibiniz düzgün olmalıdır. Mənim mühasib mənə 1000 manat cərimə yazdırmışdı. O hesabatlığı da doğru verməlidir. Belə hal olur. Gecikdirir və ya da ki, mal yerinə xidmət yazmışdı, o da hesabat vermişdi. Ondan bizə bildiriş gəlib, biz də baxmırıq da. Yəni biz özümüz o sahədə işləmədiyimiz üçün müəllim öz bölününə girib baxmır, vergilərinə baxmır ki, mən nə qədər hesabat verməliyəm, rubli, aylıq, illik. Ona baxmır. Mən də baxmıram. Məktub gəlibmiş, məktub da mənə gəlmir, sistemə gəlir. Sistemdə də görməmişəm. 10 gün ərzində baxmasanız, rəy bildirməsə, cavab verməsəniz məktuba, sizin hesabınıza cərimə düşür. Bank hesablarınız bağlanır. Hətta ölkədən çıxmağınıza belə şey qoyula bilər, stok qoyula bilər. Ona görə çox diqqətli olmalı məsələdir. Əgər icra eləsəniz hər hansı bir layihə, sonunda mütləq edin vergilərdə öz hesabınıza bağlatdırın ki, hesabat vermə məcburiyyətində qalmayasınız və mühasib hissəsində çox diqqətli olun, mühasibi düzgün seçin və o mühasiblə mütəmadi əlaqədə olun, nə olduğu, necə olduğunu bilin. Rahat bəy də onun çox həssas məqama toxunur, diqqətli olmaq lazım məsələdə. 100% mən tam dəstəkləyirəm, çünki bizim də gördüyümüz hallar olub. Yəni məsələn elə son yanvar ayında olmuşdu belə bir hal ki, yəni bir xanım, yəni müəllimədir, layihə işləyib, yəni mühasibatlıq ona düzgün məlumatı verməyib, yəni hesabına pul köçüb, xanım pulu xərcləyib, amma bilməyib ki, vergini verməliymiş. O öyrəşib əmək haqqıya, hansı ki, həmişə kartını salıb öz əmək haqqısını götürüb. Və elə bilib ki, o bu dəfə də elədi də, yəni ki, mən pulu götürürəm və heç bir şey olmayacaq. Və beləcə olan halda ona həm sanksiyalar tətbiq olunub, həm də əlavə vergilər hesablanmışdı. Təəssüf ki, o məsələn də ödəməli idi 100 manat, o ödədi artıq 150-200 manata yaxın pul, xeyli pul itirmiş oldu. O yenə yaxşı qurtarıb. Mən də 200 manat, 900 manat vermişəm, 200 manat yedim. Bəli. Yəni mən rəqəm olaraq, əslində nümunə üçün dedim, o harca 400 neçə manat pul ödəmişdi. Demək, burada da çox həssas məsələlər, bəli, dayanır. Baxın, burada sizin işlədiyiniz tərəflər də çox önəmlidir. Məsələ nədir? Çox vaxt biz götürürük hər hansı bir iş üçün mütəxəssis və yaxud da ki, digər formada işlər, indi bunları bir-bir burada görürsünüz. Birinci elə mütəxəssisdən başlayaq. Məsələn, təlimçi və yaxud da ekspert. Mühasiblər bəzən təbii ki, peşəkar mühasiblər var, amma layihə mühasibatlığı bir şirkətin mühasibatlığı ilə eyni deyil. Yəni biraz fərqli yanaşmalar var. Təbii ki, hesablamadır, Excel-dir, ya nədirsə bunu bütün mühasiblər işləyə bilir, amma mühasibatlıqda xidməti müqavilələr bağlanarkən biraz burada həssas məsələlər var. Təhsil Nazirliyi nəyə diqqət edir? Tutaq ki, siz təlimçi kimi bir nəfərlə müqavilə bağlamısınız. Həmin şəxsin vöyünü var. Yəni vergi ödəyicisidir. Əladır. Amma burada bir şey də var. Vöyünün fəaliyyət kodu nədir? Yəni siz tutaq ki, təlimçi kimi məsələn Faiq müəllimlə müqavilə bağlamısınız. Faiq müəllim gəlib orada süni intellektdən danışırsa, onun vöyün fəaliyyət kodu həmin təlimçi fəaliyyətinə, təhsilə yardımcı fəaliyyətmi, ya nə bilim süni intellekt yönümlü olmalıdır. Əks təqdirdə tutaq ki, Faiq müəllimin fəaliyyət kodu, üzr istəyirəm, məsələn, bərbər fəaliyyətidirsə, o uyğun gəlməyəcək. Yəni artıq həmin sahə ilə uyğun yaratmadığı üçün Təhsil Nazirliyinin, yəni o maliyyə belə deyək də sektorunun tam ixtiyarı var ki, həmin müqavilə üzrə olan büdcəni qəbul eləməsin, hesabatı qəbul eləməsin. Bu da çox həssas məsələdir. Yəni işlədiyiniz qarşı tərəfin vöyününün fəaliyyət koduna qədər bilməlisiniz. Sonra həmin vöyünü olan şəxsin riskli vergi ödəyicisi olub-olmamasına qədər də bilməlisiniz. Bu həm təlimçi ekspertə aiddir, həm digər foto-videoya aiddir, həm digər çapdır, dəftərxanadır və bunların hər birində
Bunu da baxmaq lazımdır. Bəzən mühasiblər buna baxmaya bilirlər. Çünki məsələn mühasiblərin işləri çox ola bilir. Yəni o qədər dərinə getməmək üçün sadəcə xidməti müqaviləni hazırlayır, hər iki tərəfə imzalatdırır, verir, amma yekunda bəlli olur ki, məsələn qarşı tərəf riskli vergi ödəyicisidir, yəni o qara siyahıdadır və siz onunla müqavilə bağlamısınız. Belə olan halda sizin vönünüz də riskli vergi ödəyicisinə düşür. Nəzərinizə çatdıraq ki, yəni bütün qrant layihələr vön üzrə hesaba köçürülür. Yəni sizin bank hesabınızda açılan vönə bağlı hesaba köçürülür və siz də bir vergi ödəyicisi kimi fəaliyyət göstərirsiniz. Amma mühasibiniz bunu da düzgün hesabat verməlidir ki, qrant vergiyə cəlb olunmur. Hesabat verəndə vergiyə orada əsaslandırırsınız ki, mənə gələn tutaq ki 5.000 manat, 10.000 manat qrant məbləğidir. Və qrant məbləği olduğu üçün də bu vergiyə cəlb olunmamalıdır. Vergi də baxır, görür ki, bəli, sizin bank hesabınıza gələn pul Təhsil Nazirliyi tərəfindən gəlib, filan qrant müqaviləsi əsasında gəlib, ədliyyə bildirişi olur orada və buna da artıq sizi vergiyə cəlb eləmirlər. Amma bir çox hallarda, məsələn, mən rastlaşmışam, mühasib özü səhv hesabat verdiyi üçün, Faiq müəllim də bilir, belə olan halda qrant məbləği belə vergiyə cəlb olunub. Bu da artıq yəni böyük rəqəm. Tutaq ki 5.000-in bir 5% də cəlb olunsa xeyli vergi məbləği formalaşdırır. Foto və video çəkilişlər, bunlar da hər biri düzgün yazılmalıdır. Tutaq ki sizin 5 tədbiriniz, 10 tədbiriniz varsa, hər tədbir üçün nəzərdə tutulursa, bunu düzgün sayda qeyd edilir. Yəni bir dənə foto video yazıb da tutaq ki qarşısına 500 manat yazmaq ki, mən 500 manat alım, özüm bölərəm. Tutaq ki bir var ki bizim 5 dənə tədbirimiz olacaq. Mən yazıram 1 500 ki, yəni bir dəfə versinlər 500. Bunu belə qəbul etməyəcəklər. Biz yazmalıyıq 5 100. Yəni bu hər tədbir üzrə ayrı-ayrı da göstərilməlidir. Yəni bu təlimçi və ekspertdə də eyni variantdadır. Tutaq ki təlimçi bunun yeri gəlmişkən artırıb azaltmaq olur. Burada hamısını bir səhifəyə yazmırlar. Yəni biz buradan səhifələri çoxaldıb, tutaq ki, belə deyək də, əlavələr etməyimiz lazımdır. Təlimçi neçə saat işləyəcəksə, tutaq ki, təlimçi saat olaraq bizdə işləyəcək. Hesablayıram ki, 5 tədbir olacaq. Hər tədbirdə 3 saat təlim keçməlidir. 15 saat işləyəcək və hər təlimin hər saatına görə mən ona 100 manat pul ödəyəcəm və belə olan halda bizim təlimçimiz nə qədər ödəniş alacaqsa burada artıq hesablanır. 1500 manat biz təlimçini köçürtmə etməliyik. Və nəzərinizə çatdırım ki, bu 1500 manatın içində olan vergi və sair hər biri təlimçinin öz öhdəsinə düşür. Yəni artıq hamısı bu 1500 manatın içindədir. Bunu da müqavilə bağladığınız tərəfə bildirin. Yoxsa sabah gəlib, yəni belə deyəcək, sizdən yapışa bilər ki, mənə bunu niyə deməmişdin? Bu düzgün yazılmalıdır. Təlimçi qiyməti şişirdilməməlidir. Həqiqətən real olmalıdır. Tutaq ki 100 manatı niyə qoymusunuz? Təhsil Nazirliyi baxır ki, bu sahə üzrə təlimçi, tutaq ki sistem təlimçisi Azərbaycanda 100 manata yox, 50 manata işləyir məsələn. Amma siz qoymusunuz 100 manat. Niyə 100 manat qoymusunuz? Həmin təlimçinin bu arada CV-sini də siz qeydiyyat keçərkən əlavə edə bilirsiniz. Sizin üçün üstünlükdür. Onlar baxırlar CV-yə. Görürlər ki, bu şəxs təcrübəlidir, ya təcrübəsi. Görürlər, bu adamın beynəlxalq çoxlu sertifikatları, təcrübəsi var. Ona görə 100 manat ola bilər. Amma yox, standart təlimçidirsə, bazar qiymətinə uyğun qoymağınız daha çox önəmlidir. Eynən foto video çəkilişdə də rəqəmlər araşdırılmalıdır. Burada uyğun olmayan nəsə olsa, məcbur deyilsiniz yazmağa. Tutaq ki, sizdə mobil rabitə xərci olmaya bilər, internet xərci olmaya bilər. Onu yazmaya bilərsiniz. Əvəzində başqa bir şeylər qeyd edə bilərsiniz. Məsələn, burada tutaq ki, digər hissəsindən artırıb sertifikat da yaza bilərsiniz. Hansı ki, bütün layihələrin sonunda verilir və yaxud da hədiyyə nələrsə nəzərdə tutulursa, hədiyyələr də yaza bilərsiniz. Bunları artıq sizin özünüz planlamağınız çox önəmlidir. Bank xərcləridir, digər komissiya xərcləri də hamısı burada hesablanır, qeyd olunur və yekun məbləğ mütləq diqqət etmək lazımdır ki, məsələn 10.000-i keçməməlidir və real bazara uyğun olmalıdır.
Təbii ki, bu hissənin formalaşması üçün də sizin öncə layihə hissəniz daha dəqiq işlənməlidir. İcra planınız daha dəqiq işlənməlidir. Baxın, sənədlərdən biri də icra planıdır. İcra planında siz 10 dənə tədbir göstərib də büdcədə 5 dənə tədbirin büdcəsini yazsanız, bu da uyğunsuzluq kimi qəbul olunacaq. Yəni ki, deyəcəklər necə olur da, yəni ki, 10 dənə tədbir 5 dənəsinin pulunu istəyir, 5 dənəsini istəmir. Yaxşı, o 5 dənə hardan maliyyələşəcək, onu göstərməyiniz lazımdır. Biraz əvvəl Faiq bəy ona bağlı əslində qeyd eləmişdir, layihə üçün tələb olunan məbləğ, qrant məbləği. Bax, burada öz əksini tapmalıdır, əgər sizin öz töhfəniz olacaqsa. Öz töhfəniz ola bilər, amma çalışın ki, orada çox böyük bir maliyyə falan göstərməyin də. Yəni, tutaq ki, mən deyirəm ki, 5.000 Təhsil Nazirliyindən pul istəyirəm, 3.000 manat özüm töhfə verəcəm. Bu biraz məntiqli görsənmir də. Deyəcəklər, sənin 3.000-in varsa elə özün yavaş-yavaş başla müəyyən iş gör günə də. Bunlar biraz keyfiyyətli deyil. Amma avadanlıq olaraq deyə bilərsiniz, əməkdaşlıq olaraq göstərə bilərsiniz. Bunları Faiq müəllim əslində biraz əvvəl dedi. Bunlar hər biri çox vacib məsələlərdir. Büdcə hissəsi sizə ən yüksək bal verən hissədir. Amma bunun işləndikdə rəqəmləri və izahı da çox önəmlidir. Gördüyünüz kimi, məsələn, burada yazanda təlimçini izahını da verməyiniz çox önəmlidir. Bir mütəxəssis olacaq, 6 gün işləyəcək, 2 saatlıq xidmət, yəni toplamda 12. Yəni bu 15-in formalaşmasını burada göstərməyiniz də lazımdır. Eləcə də dəftərxana xərci, məsələn, üzərində tutaq ki, A4 qələm qovluq yazırıq. Əgər üzərində layihənin adı, nazirliyin loqosu olacaqsa, burada qeyd olunmalıdır. Yox, əgər sadəcə mən gedib dəftərxana ləvazimatları satılan yerdən adi qələm qovluq alacaqsa, bu formada qeyd olunur. Bunların hər biri dəqiq yazılmalıdır ki, nazirlik başa düşsün. Bu arada bunların da qiymətləri də fərq edir. Tutaq ki, adi aldığınızın dəyəri başqa cür olur. Tutaq ki, bu dəst deyək. Dəstin qiyməti biz 20 dəst alacağıq. Əgər sadə marketdən gedib alırıqsa, bir qələm, bir qovluq, bir bloknot alırıqsa, bunun dəstin qiyməti atıram 4 manatdır. Amma üzərində loqo vurulacaqsa, artıq loqo vurulanda bilirsiniz ki, qiymət qalxır, bu təxminən gəlib çıxsa 10 manat olacaq. Artıq bunların da fərqi olacaq. Siz sadə yazıb da 10 manat qoysanız, nazirlik biraz bu rəqəmlərə baxanda qeyri-real qəbul edəcək ki, yəni siz nə qələmə alırsınız da belənciyə və yaxud da ki, nə A4 qoyacaqsınız ki, orada 10 manat maya dəyəri götürür və yaxud da ki, xərc götürür. Bu belə. Mən düşünürəm ki, bunun üzərində eyni fikirlər üzərindən getməyim. Bunlar sizin özünüz üçün artıq vacib hissələrdir ki, siz özünüz işləyəndə onu həm mühasibətinizlə məsləhətləşin, həm də daha araşdırılmış rəqəmlər ortaya qoyun. Yenə də mən təklif edirəm ki, hər biriniz daha belə deyək də peşəkar yanaşasınız. Burada biraz da vaxt az qalıb, bir həftə vaxt az qalıb, Elçin müəllimin biraz əvvəl dediyi kimi. Yaxşı olardı ki, məsləhətləşmələr də eləyəsiniz öz təcrübəsi olan müəllimlərlə öz ətrafınızda və onların da fikirləri ilə birlikdə sürətli şəkildə işləyəsiniz. Belə Faiq müəllim, mən düşünürəm ki, büdcə hissəsini geniş məlumatını verə bildik. Yenə nəsə sual olsa mən cevablaya bilirəm. Problem yoxdur. Çox sağ olun müəllim, minnətdaram, təşəkkür edirəm. Allah razı olsun. Mən iki dənə məqamda bildirəcəyim, o da bir o istənilən dəftər və ya qələm hər hansı bir şey yazırıqsa, onu nəzərə alaq ki, biz şirkətə, mağazaya onun ƏDV ilə birlikdə ödəniş olunduğu üçün ona vergi verəcəklər və onu nəzərə alaq ki, 1 manat yazmağımız məntiqli deyil. Çünki 1 manatdan da o vergi çıxandan sonra 30-40 qəpik qalacaqsa, 50 qəpik qalacaqsa, o səhv eləməyəcək. Biz 1 manatlıq şeyi 1 manat 50 qəpik yazmalıyıq ki, oradan nəzər almalıyıq. Həm də qiymət qalxa bilər o vaxtda. Belə sual olan varmı? Burada bir iki dənə sual qeyd eləmişdilər. Müəllim bir yazıb ki, ikinci istiqamət üzrə sualım var, amma qeyd eləməyib bu sualı. Digər müəllim qeyd edib ki, salam layihə rəhbərinin CV-si mütləq yüklənməlidirmi? Layihə rəhbərinin CV-si yüklənir. Ümumiyyətlə, orada bir neçə şəxsin CV-si yüklənir. Yüklənməyə bilərmi? Bəli, o yəni CV-nin yüklənməsi ilə bağlı böyük bir tələb qoyulmur. Yüklənməsi istənilir. Üstünlükdür. Bəli, üstünlük kimi. Mühasibdir, layihə rəhbəri, əsas təlimçidir ki, kim təlim keçəcək, bəyəm mən deyək. Təlimçidir, mühasibdir, bunu tələb edirlər, istəyirlər.
Layihə rəhbəri və ekspertin də olması məqsədə uyğundur, üstünlükdür. Bir 38 bal zəif layihəmi sayılır. Bayaq mən bildirdim, hansı ildə, hansı istiqamətdə yazmısınız, hansı nəyə əsasən o bal veriblər, ona görə baxasınız. Əgər bəli, layihənin orijinallığındadırsa problem, bəli, əlbəttə ki, layihə yaxşı ola bilər, amma orijinallığa uyğun deyil. Yəni bu kimi layihə yazılıb, oxşar layihə çoxdur, ona görə də onun balı azalıb. Yox, əgər problemin qoyuluşunda isə problem, siz o istiqamətə baxırsınız ki, siz problemi nəyə görə düzgün qoymalısınız. Fəaliyyətdədirsə və yaxud da ki, digər məsələlərdəsə, orada bilirsiniz ki, mənim layihəmin zəif tərəfləri hansılardır. Belə, sual olan varmı? Sual varsa, bildirin zəhmət olmasa, ona uyğun cavablandıraq, ondan sonra yekunlaşdıraq. Bu arada kimsə indi layihə yazmaq istəyir, komanda ehtiyacı var, ekspert kimi, təlimçi kimi, mühasib kimi və s. Dəstək olmasında Rahat bəyin elə biləm komandasında ekspert də var, mühasib də var, daha sonra digər bu kimi dəstək ola bilər. Biz də dəstək ola bilərik, hansı ki, mövzuda məsələn mən sistem müəllimi kimi təlim keçmişəm və ya süni intellektlə bağlı təlimçilər var komandamızda. Müəllim Rafət bəyin öz kursu var orada. Qrafik dizaynerliyi var, elə biləm, elə deyil, ixtisaslı şagirdlər və müəllimlər var. O sadə layihələr yazırsınızsa, ümumiyyətlə əlaqələr var ki, hansı ki, istənilən sadə layihə yazırsınızsa, sizə təlimçi, ekspert, mühasib və s. kimi dəstəyə ehtiyac varsa və ya ki, layihənin yazılmasında dəstəyə ehtiyac varsa, biraz bilə bilərsiniz ki, kömək eləyək. Uğurlar olsun hər birinizə. Təşəkkür edirəm qoşulduğunuz üçün. İnşallah ki, faydası oldu. Olacaq. Videonun Çox sağ olun. işləyim. Teşekkür ederim. Çox sağ olun, müəllim, minnətdaram. Elçin müəllim elə bir bəkləmədə yazır, haldızda danışır, desəm telefonunu alapsın. Başqa sualla yoxdursa, əgər sual varsa, əsasa bilmirsə yaza bilər. Əgər yoxdursa, yekunlaşdıraq bir, artıq 2 saata yaxındır ki, biz təlimi davam etdiririk. Hər birinizə uğurlar olsun. İnşallah bütün layihələriniz, yazdığınız layihələr uğurla keçəcək. Bu illəri icra edəcəksiniz. Faydalı da olacaq inşallah. Mən də hamıya uğurlar Rafət arzu müəllim, edirəm. sağ olun, vaxtınızı ayırdınız, dəstək oldunuz, Xoşdur. kömək elədiniz. Müəllimlərə Xoşdur. inşallah ki, faydalı olacaq. Çox sağ olun. İnşallah. Siz də sağ olun. Hər kəsə uğurlar. Nə dəstək lazım olsa biz də dəstəyə hazırıq. Sağ olun. Sağ olun, minnətdaram.